ölkədə lotereya var. Nəyə görə bunun rəqəmsal formasını yaratmayıblar? Ümumiyyətlə inkubasiya mərkəzi nədir və həmin inkubasiya proqramı startaplara nə qatmalıdır? Millət olaraq ona hazır deyilik. Həm də ki bizim marketinq büdcəmiz o qədər də böyük deyil ki, yəni biz hər yerə yayıla bilək. Buradakı təzad var da. Birincisi siz startapa inkişaf edirsinizsə, mütləq qlobal düşünməlisiniz. Amma siz startapı ayağa qaldırmaq istəyirsinizsə Azərbaycanda, milli mentaliteti mütləq nəzərə almalısınız. Erik Rice'in yazdığı kitablarda və ya Fransadan, İtaliyadan gələn professorun dedikləri heç bir halda Azərbaycanda işləməyəcək. Amma sənin bu startapçı ola bilməyin üçün sən fərqli sahələrdə işləməlisən, özünü yoxlamalısan. Bunları eləməsək daha yaxşı olar. Kimi tövsiyəniz nələr olar? Birincisi, ideyanız varsa, bunu paylaşmaqdan qorxmayın. O deyirlər ki, ChatGPT və ya süni intellekt çoxunun işini əlindən alacaq, amma bəziləri deyir ki, heç kimin işini almayacaq. Mən burada əminliklə deyirəm ki, süni intellekt çox insan işini əlindən alacaq. Salam Asif bəy, hər vaxtınız xeyir olsun. Sağ olun, çox sağ olun Tunar bəy. Siz necəsiniz? Mən də yaxşıyam, sağ olun. Çox təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəldiniz. Əminəm ki, həm sizin təcrübəniz, həm də verdiyiniz məlumatlar, sizin ümumiyyətlə məsələyə baxdığınız perspektiv çox faydalı olacaq. Sizə təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Çox sağ olun. Elə istəyirsinizsə ən başdan başlayaq ki, Asif bəy, yəni bu startap ekosisteminin ümumiyyətlə ilk yaradıcılarından biri necə oldu ki, həm startapa belə deyək, həvəs yarandı, həm təhsil həyatınız necə oldu? Onlar haqqında biraz məlumat versəz. Ümumiyyətlə belə başlayaq. Yəni mən ümumiyyətlə uşaqlıqdan başlasaq, texnologiya ilə o qədər də, yəni ümumiyyətlə bizim dövrümüzdə texnologiya demək olaraq yox idi. Amma müəyyən artıq 90-cı illərdən sonra ola bilsin ki, ölkədə ilklərdən də olmasam, amma top 1000-də olan insanlardan bəlkə biri olmuşam ki, mənim kompüterim olub, o vaxtı Windows 92, sonra fərqli oyun konsolları olub məndə, o Denji olub, Rambo olub o vaxtı ki, uşaqlar onu bilər. Sonra PlayStation birincisi olub və s. Yəni belə qismən yeniliyə açıq olmuşam o zamanlar və maraqlı olub. Amma deyim ki, belə çox texnologiya haqqında düşünən biri olmuşam, elə deyil. Ondan sonra məktəbdə oxumuşam, məktəbdə deyə bilmərəm ki, əlaçı olmuş. Qismən oxumuşam, yəni hansı fənləri çox bəyənmişəm, onlar həmişə əlaçı olmuşam, amma hansı fənləri bəyənməmişəm, bu artıq insanın təbiətinə bağlı bir şeydir. Onları sadəcə olaraq belə deyim də bir rübdən o biri rübə keçmək üçün qiymətlər almışam, ala bilmişəm. Amma müəyyən vaxt elə gətirib çıxardıb ki, mən artıq 15 yaşım olanda məcburən işləməyə başlamışam. İndi müəyyən ailə vəziyyətinə görə başlamışam işləməyə. Və məktəbdə də qurtardığım zaman artıq mən mütləq işləməli idim deyə məcburən o zamanki düşüncəyə görə də ki, universiteti mütləq insan girməlidir, mütləq diplomu olmalıdır və s. düşüncəsi valideynlərdə olduğuna görə və mən də çox yaşda aşağı olduğuma görə mən də düşündüm ki, lazımdırsa gəlin qiyabi olaraq hara mümkündürsə daxil olaq. Onda mən seçdim Bədən Tərbiyəsi və İdman Akademiyası və o zaman da idman sahəsində kifayət qədər bacarıqlı biri idim. Yəni həm karate ilə, həm kickboksla məşğul olurdum, müəyyən dərəcələrə çatmışdım və sırf artıq 15-16 yaşımda kifayət qədər çox gözəl basketbol oynayırdım. Hətta millinin yeniyetmə komandasına məni dəvət edirlər. Sadəcə o zaman maaşı öyrənəndə ki, o zamanın dövrü ilə 2 şirvan verirlər. O da çox-çox az məbləğ idi. Mən dedim ki, təəssüf ki, yəni mən evə dəstək olmalıyam deyə mən işləməliyəm. O vaxt üçün şərti olaraq təqribi aylıq 20 şirvan maaş alırdım. Yəni hara 2 şirvan, hara 20 şirvan, ona görə mümkün deyildi. Ona görə də mən davam etdim işləməyə və universitetə daxil olanda da fiziki göstəricilərin vacib olduğuna görə, fiziki göstəriciləri yüksək səviyyədə verdiyimə görə universitetə daxil oldum. Və ondan paralel olaraq da mən artıq işdə otel sistemində işlədim. Yəni birinci olaraq restoran sistemində işlədim. Hətta ən minimum vəzifələrdən başladım. Nə bilim, qab yumaqdan başladım. Sonra ofisiant işlədim. Ofisiantdan sonra ofisiantların meneceri işləməyə başladım. Sonra artıq hər hansı bir kafenin meneceri işləməyə başladım. Müəyyən pozisiyalarda qalxa-qalxa irəli gedirdim. Amma mən orada 6 il işləyəndən sonra təqribi 6 il, hətta 6 il də olmadı, yox. 4 il yarım, 5 il işləyəndən sonra başa düşdüm ki, bu sahə mənim deyil. Yəni bu sahədə müəyyən qədər uğurlar əldə edirəm, qalxıram, hər il pozisiyam qalxır, maaşım qalxır və s. amma başa düşürəm ki, mən bu özümü burada görmürəm və köklü olaraq həyatımda dəyişiklik etmək istədim. O zamanlarda da ən ölkədə öndə gedən bir
bir neçə şirkət var idi. Biri BIP idi və biri də ki Azercell şirkəti idi. Təzə yaranmışdı türklər tərəfindən 96-cı il. O vaxtdan yəni arzu idi ki, mən belə bir şirkətdə işləsəydim gözəl olardı. Və bir müddət keçəndən sonra mən düşündüm ki, mən orada işləmək istəyirəm. Və başladım müraciət etməyə ora və elə mən ilk fərqli sahə ilə müraciət etmişdim. Əslində orada belə tədbirlərin təşkili şöbəsinə müraciət etmişdim. Çünki mən özüm də ATL-dən çıxdığıma görə bu işi bilirəm də, tədbirləri necə təşkil etmək və s. Amma məni dedilər ki, tədbirləri təşkil etmək sahəsinə artıq adam götürülüb, amma biz sizi kifayət qədər bəyəndiyimizə görə telefon mərkəzinə götürmək istədik. Zənglərə cavab verməyə. Mən dedim ki, olsun da hardansa başlamaq lazım. Mən orada başladım işləməyə. 3 ildən sonra artıq mən texniki şöbəyə keçdim, IT-yə və mən orada artıq işləyişdə texnologiyada ciddi maraqlanmağa başladım. Artıq özüm nələrsə edirdim. İndiki dövr üçün ciddi bir şey deyil, amma həminki dövr üçün müəyyən qədər işlər idi. Yəni məsəl üçün Windows əməliyyat sistemi üzərində olan problemlərin həlli, tapılması, onların həlli üçün müəyyən cüzi xırda bir proqramların hazırlanması və s. belə bir işlərlə məşğul oldum. Telefon mərkəzində işləyişdə. Və bunu görərəkdən məni artıq texniki şöbəyə qaldırdılar. Sonra texniki şöbədə mən demək olaraq ki, həmin şirkətdə ilk işçilərdən idim ki, hər il mənim vəzifəm qalxırdı. Orada vəzifələr vardı. Hər il vəzifəm qalxırdı. Nəticədə ekspert mühəndisliyə qədər qalxdım və paraleldə də artıq bu texnologiyadan maraq mənim həm də ki, texnologiyanın digər tərəfi startapları da maraqlandırdı. O zamanda da elə Azercell-də təzə barama inkubasiya mərkəzi açıldı. Ölkədə ilk inkubasiya mərkəzlərindəndir ki, hardan ki, həqiqətən də hal-hazırda ölkədə ciddi adı olmuş startaplar çıxıb, hansılar ki, bəlkə çoxsu da bilmir. Məsəl üçün oradan Texnod çıxıb, Fərid Bərdəşov o bizdən çıxıb və digər bir-iki şirkətlər var ki, hansı ki, dövlətə bilavasitə işləyir, amma startap kimdə onlar çıxdı. Barama inkubasiya mərkəzi yarandığı zaman artıq mən orada başladım dəstək göstərməyə. Biz orada startapları qəbul eləyirdik, onlara müəyyən qədər mentorluq eləyirdik, yol göstərirdik, müəyyən dəstəklər göstərirdik, müəyyən müştərilər çıxmaq imkanları yaradırdıq. Hakatonlar keçirdirdik tez-tez ki, yarışlar orada özlərini göstərə bilsinlər, müəyyən məbləğdə priz alsınlar ki, onun əsasında da o pulu davam eləsinlər, investisiya qoysunlar öz məhsullarına. Paralel olaraq bunlar getdikcə mən artıq startap ekosistemə çox yaxın olmağa başladım. Yəni mən təqribən artıq bunu deyirəm 2010-11-ci ildən. Yavaş-yavaş yaxın olmağa başladı və 2014-cü ildə ilk startapımı özüm etdim. Bu ölkədə ilk mərc oyunu olan Azər Lotereyanın startapını yaratdım. Hətta onun yaranması da çox belə deyim də maraqlı və çox belə biraz məzəli situasiya əsasında oldu. Birincisi mən özüm araşdırdım ki, nəyə görə bu ölkədə lotereya var, nəyə görə bunun rəqəmsal formasını yaratmır. Araşdırdım, gördüm ki, çox insanlar cəhd ediblər ki, bunu yaratsınlar, amma yarada bilmirlər. Çünki Google və Apple-ın müəyyən tələbləri var ki, mərc oyunları siz yükləyə bilmərsiniz store-a. Mən özüm də araşdırdım, dedim ki, mən istəsəm yükləyə bilərəm. Və getdim həmin şirkətin Azər Lotereya rəhbərliyi ilə görüşdüm. Dedim ki, mənim belə bir ideyam var, mən etmək istəyirəm. Onlar dedilər ki, bu mümkün deyil. Biz bu vaxta qədər özümüz də cəhd eləmişik, eləyə bilməmişik. Mən dedim ki, gəlin onda belə danışaq. Mən onu eləyə bilsəm, siz mənimlə müqavilə bağlı. Dedilər, yaxşı. Sənə 6 ay vaxt verirəm. Mən də çox əziyyətlər keçməyinə baxmayaraq 6 aydan sonra həqiqətən də store-da onları yüklətdirə bildim. Həm Google Play, həm App Store-da var idi və müqavilə bağladıq. Bir müddət kifayət qədər başladıq işləməyə. Sonra bir müddətdən sonra mən artıq o startapımı elə dövlətin özünə satdım. Yəni exit startup dilində deyə exit etdim. Paraleldə də artıq başqa işlərlə məşğul olurdum. Başqa bir şirkət yarandı. Hal-hazırda ölkədə top IT şirkətlərdən biridir. O şirkət yaranmışdı, bir işçisi var idi. Mənim dostum yaratmışdı onu. Mənə xahiş etdi ki, gəl dəstəyə bu şirkəti qaldır. Və biz o şirkəti sıfırdan bir işçi ilə 35-40 işçiyə qədər qaldırdıq və ölkədə hal-hazırda top IT şirkətlərdən biridir. Yəni mən ora bir məsləhətçi, bir konsultant kimi, dəstək kimi getdim. Paraleldə bunu etdim. Etməyimin də məqsədi ondan ibarət idi ki, mən daha çox öyrənmək istəyirdim. Daha çox layihələrdə olmaq, daha fərqli baxışdan baxmaq, daha fərqli biliklər əldə etmək və s. Paraleldə daha bir layihə yaratdıq. Bu indiki olan Yumico'nun alternativini yaratdıq. 2016-cı, 17-ci illər arası Kashalot adında application idi. Yəni Cash a Lot adında bir application. Hətta bir neçə publarda bunu təqdim də etdik ki, onlar alanda cashback yığılır və s. Amma gördük ki, insanlar elə ona hazır deyillər. Yəni millət olaraq ona hazır deyildik. Həm də ki, bizim marketinq büdcəmiz o qədər də böyük deyil ki, yəni biz hər yerə yayıla bilək. Ondan sonra paraleldə mən bir fitness layihəsi yaratdım. O fail oldu. Bundan başqa sonra bir HR layihəsi yaratdıq. O da fail oldu. Sonra fintech bir SmilePay adında fintech
şirkəti birgə yaratdıq. Orada mən o fail oldu, amma orada situasiya necə oldu? O fail olana qədər mən artıq belə deyim də öz səhmlərimi satıb exit etdim. Demirəm çox böyük bir məbləğ idi və s. amma nə edirsə etdim. Ondan sonradakı son startaplarımdan da biri hal-hazırda Kitfay'dır. Uşaqlara maliyyə savadlığı öyrədən. Onunla da müəyyən qədər investisiyalar almışıq, müəyyən etaplara çatmışıq. İndi hal-hazırda next round, növbəti raundu gözləyirik. Növbəti raundda ciddi bir şey olmalıdır. Sadəcə olaraq onu gözləyirik. Yəni hal-hazırda gözləmə modunda. Startapın da yəni startapın həyatı nədən ibarətdir? Sən daima nəsə edirsən və daima nəsə gözləyirsən. Yəni hal-hazırda da biz bu moddayıq. Yəni belə yolun bu qaydada gəlib, amma arada yenə də dediyim kimi çox fərqli bir şeylər olub. İndi hansı maraqlandırırsa sual verərsiniz. Siz yəni mən paraleldə bu müddət ərzində BlackBerry-nin Azərbaycanda rəsmi və yeganə nümayəndəsi olmuşdum. BlackBerry artıq bildiyiniz kimi süquta uğradı. Ondan da sonra artıq 2016-cı ildə paralel olaraq Apple-ın Azərbaycanda rəsmi və yeganə nümayəndəsi olaraq seçilmişdim. Bir daha şad oldum. Yəni mən özüm LinkedIn-də belə deyim, sizi araşdırarkən heç bu qədər məlumatı əldə edə bilməmişdim. Yəni həqiqətən bu qədər işi necə sığdırmısınız, heç mən də tamamlaya bilmədim. Ona görə sual bombardmanı tutacağam sizə ki, hər bir sahə haqqında belə deyim, bir neçə sualım olacaq ki, necə yarandı, necə oldu. İlk olaraq elə istəyirsinizsə baranmadan danışaq. Yəni ümumiyyətlə inkubasiya mərkəzi nədir və həmin inkubasiya proqramı startaplara nə qatmalıdır? Baxın, ümumiyyətlə ölkədə əksər hallarda görürəm ki, inkubasiya və akselerasiya mərkəzləri biraz qarışdırılır. Əslində inkubasiya mərkəzi nədir? İnkubasiya mərkəzi sizi elə bilin ki, uşağı və adından da məlum olduğu kimi inkubatordur. Yəni cücəni necə cücərdirlər. Yəni orada siz bir loru dildə deyirik də, yəni startap sahəsində bir cücə kimi gəlirsiniz, orada böyüyüb artıq toyuq olursunuz. Da loru, çox loru dildə desək. Yəni bu da həqiqətən də elədir. Amma çox təəssüflənən bəzi məqamlar var. Elə burada ilk olaraq ona toxunmaq istəyirəm ki, inkubasiya mərkəzində çox təəssüf ki, kifayət qədər bu sayədə bilikli insanlar yoxdur. Yəni insanların böyük bir əksəriyyəti, həqiqətən də mən insanların çoxsunu tanıyıram, kifayət qədər bilikli, bacarıqlı uşaqlardır, amma öz sahələrində. Yəni bu insanlar heç biri startap etməyib, heç biri fail etməyib, heç biri bu yolu görməyib. Onlar etdikləri çox hallarda nə olur? Sadəcə olaraq kitab əsasında Eric Rice'ın və s. Lean Six Startup'dan və s. də yəni fərqli kitablardan oxuyurlar. Orada yazılan qaydalara uyğun olaraq uşaqları, startapları inkişaf elətdirməyə çalışırlar və ya xaricdən hər hansı bir professor və s. gətirirlər. Amma bu hər zaman fail nəyə görə olur? Çünki birincisi siz startapı inkişaf etdirmək istəyirsinizsə, buradakı təzad var da. Birincisi siz startapı inkişaf edirsinizsə, mütləq qlobal düşünməlisiniz. Bu bir hissəsi. Bunu qoya qırağa. Amma siz startapı ən azı ayağa qaldırmaq istəyirsinizsə Azərbaycanda, Azərbaycan mindseti və onun belə deyim də milli mentaliteti mütləq nəzərə almalısınız. Yəni Eric Rice'ın yazdığı kitablarda və ya Fransadan, İtaliyadan gələn professorun dedikləri heç bir halda Azərbaycanda işləməyəcək. Çünki o dedikləri sırf olaraq Amerikada işləyən, Silicon Valley-də işləyən və ya Fransada və ya İtaliya ekosistemdə onların mədəniyyətində işləyən bir halı izah eləyir sizə. Amma bu işləmir sizdə. Ona görə də yəni burada sırf olaraq bu sahədə olan insanlar mütləq olmalıdır inkubasiyada. Bunun bir digər problemi də var ki, o insanları necə ora cəlb edir? Yəni misal üçün şərti olaraq indi mən özümü demirəm də, mənim kimi olan bəzi insanlar var ki, hansı ki bu startup ekosistemdə nələrsə əldə ediblər, müəyyən ada layiqdirlər, ad alıblar. O insanları inkubasiya cəlb etməyə onların vaxtı o qədər də yoxdur. Ya siz onları müəyyən qədər bir pulla cəlb etməlisiniz. Ona da ya inkubasiyanın pulu yoxdur və ya o da düşünür ki, və ya digər halda hansı ki daha çox yayılıb, ən pis halda onlar deyirlər ki, mən misal üçün şərti olaraq ASF-ə 5 manat verincə elə mən o 5 manatı Fransadan professor gətirərəm. Amma demir ki, Fransadan gələn professorun faydası şərti olaraq ASF-in verdiyi faydadan 10 dəfə az olacaq. Çünki bu insan ekosistemi bilmir. Bu insan fail etməyib, bu insan heç bir dəfə dövlətə bir xidmət satmayıb, bilmir dövlətə müraciət necə çətindir, necə bürokratik əngəllərdən keçir, böyük şirkətlərlə, enterprise şirkətlərlə necə əlaqə qurmalıdır. Onlar düşünürlər ki, sadə qaydadır. Siz bir dənə mail yazırsınız, pitch deck göndərirsiniz, onlar baxırlar, bəyənirlər, marketinqin direktoruna göndərirlər və ya innovasiya şöbəsinin direktoruna göndərir, onlar bəyənirlər, sizi dəvət edirlər, müqavilə imzalarlar, iş bitir. Yəni bizdə o etapa gələnə qədər siz 1000 dəfə sürünüb, əziyyət çəkib o yola qədər gəlirsiniz və o yola gəlmə qaydası da. Yəni ona görə də birincisi inkubasiya mərkəzlərində mütləq yerli ekspertlər olmalı. Hansılar ki, cavanlara yol göstərsin. Və bayaq sualı da tam olaraq tamamlamaq üçün inkubasiya odur ki, bu gələn yeni startapları sıfırdan sona qədər, yəni belə deyim də bazara, MVP-yə
çıxana qədər, hətta MVP-dən bazara çıxmağa kömək edən bir inkubasiya mərkəzidir. Hansı ki, gəlirsiniz sonra sizə bütün bu bazara çıxana qədər nələri nəzərə almalısan, nəyi hazır eləməlisən, hansı bilikləri əldə etməlisən, hansı biliklə çıxmalısan, hansı problemlərlə üzləşə bilərsən, bütün bunlara hazır olmağa öyrədən bir yerdir. Budur inkubasiya. Təşəkkür edirəm. Bəs akselerasiya haqqında biraz danışaq. Yəni akselerasiya bizim startaplara nə qatmalıdır? Orada hal-hazırda ekosistemdə nə problemlər var və necə həll edə bilərik bunu? Akselerasiya inkubasiyadan fərqli olaraq o belə dediyimdə tez bazara ya sən ideya ilə gəlirsən, sənin ideyan var, ya komandan yoxdur, sən komanda formalaşdırmağa kömək edirlər və ya sənin ideyan və komandan var, səni çox qısa müddətdə MVP-yə hazır eləyirlər. MVP-yə hazır eləyirlər, ondan sonra səni hər hansı bir kütlənin qarşısına çıxardırlar, onlar sənə feedback verir, ondan sonra səni buraxırlar, get necə bacarırsan işlə. Yəni akselerasiya yanaşması budur. İnkubasiya bu akselerasiyaya qədər olan bir addımdır inkubasiya. Hansı ki, gətirir səni, hər şey öyrədir, bilik verir. Bilik verəndən sonra deyir ki, indi gedə bilərsən akselerasiya. Əksər hallarda eyni şirkətin inkubasiyası, həm akselerasiyası olur. Ki inkubasiyanı keçir, oradan keçir akselerasiya. Akselerasiya belə deyim, bazara çıxmamışdan bir qabaq olan addımda, hansında ki, sən artıq çıxmağa hazırsan, orada sən qısa müddətdə akselerasiya eləyirlər, qısa olaraq hansısa orada standart qaydalar var da, misal üçün product market fit və s. müəyyən bir mövzular var. Onları sən qısa müddətdə öyrədirlər, sonra səni investorların qarşısına çıxardırlar ki, MVP hazırlamısan, qoy səni dəyərləndir. İdeal halda yaxşı bir mərkəzdirsə və investorlar düzgündürsə, sən ideya ondan maraqlanıb, MVP-vi görüb, hətta ilk satışını görüb, sənə müəyyən qədər investisiya edə bilərlər də. Yəni ilk investisiya, toxum investisiya buna deyirlər. Toxum investisiya edə bilərlər və ondan sonra da artıq sən şirkətləşməyə doğru növbəti addımlar ata bilərsən. Akselerasiya bu qaydada olmalıdır, amma akselerasiyada yəni bizdə Azərbaycanda yenə deyirəm ki, bizdə akselerasiya inkubasiya qarışdığına görə akselerasiyada həm inkubasiya eləyirlər, inkubasiyada da həm akselerasiya eləyirlər. Yəni bir-birinə qatışdırıblar. O da ki, əslində belə baxanda, yəni bizim niyə görə bunu eləyiblər? Bunun da əslində məntiqi anlayışı var. Misal üçün xaricdə inkubasiya ilə akselerasiya tam düzgün qaydada ayırıb elə bilirlər. Amma bizim bir vətəndaş üçün bunların fərqini izah etmək çətindir. Yəni o deyir ki, ikisi də bir şeydir də. Əslində dərin düşünəndə də elədir. Yəni o da yenə də gəlir ki, bizim mindsetə. Yəni biz mindset olaraq konkret olaraq bir məqamları, hansı ki, həqiqətən də görsən ki, bunlar oxşardır, deyirsən ki, bu eyni olmalıdır da. Bu birisi nəyə bənzəyir? Bir dənə belə haşiyədən qırağa çıxaraq bir gülməli bir məqam deyim. Deyir, bir dəfə ruslar Amerikaya köç edir, bir ailə və bir rus övladı Amerikada oxuyur. Yəni bu sadəcə olaraq düşüncə fərqini göstərmək üçün bir misaldır da, həm də məzəli bir məqamdır. Deməli bu uşaq bir nə bilim 6-7-ci sinifdə oxuyur. Məktəbə gedir, çox daha nadinc uşaq olur da. Gedir məktəbə, orada oynayır və s. Bir gün ağlına nə gəlir? Bir gün ağlına gəlir, məktəbə nə dondum? 6 məktəbə donuzları buraxır və donuzların da üstündə rəqəmlər yazır. 1, 2, 3, 4 və 6. Yəni 5 rəqəmli yazılır. Və Amerikalılar düz 1 ay 5 nömrəli donuzu axtarırlar ki, bu 5 nömrəli donuz hardadır. Yəni onlar heç ağıllarına belə gətirmirlər ki, yəni insan 5-ci rəqəmini yazmaya bilər. Yəni çünki onlar straight forward düşünür də. Yəni ki, inkubasiyadırsa inkubasiya olmalıdır. Akselerasiyadırsa akselerasiya olmalıdır. Amma bizim millət, postsovet milləti, belə deyim də, bizlər biraz fərqli düşünür. Biz deyirik ki, qardaş, inkubasiya və akselerasiya nəticə etibarilə qismən eyni şey edir. Əgər bir birləşdirək də, yəni ona görə də startaplar dediyimiz halda ki, niyə xaricdən gələn professor bizə heç bir fayda verə bilmir? Çünki o yenə də straight forward düşünür. O onun ölkəsində necə düzgün işləyəcəyini onu sənə öyrədir. Onu öyrədir. Sən də o öyrətdiyini implement eləyəndə öz ölkəndə görsən ki, işləmir. Niyə? Çünki sənin ölkəndə insanlar, alıcı qüvvə, hansı ki, sənin startapın müştərisidir, başqa cür düşünür. Ona görə də orada alınmır. Təşəkkür edirəm. Bəs bizim yerli startapların, belə deyək, xarici inkubasiya və akselerasiya mərkəzlərində iştirak etməsi necə olar? Yəni o həqiqətən də fayda verərmi, yoxsa yenə eyni proses olar ki, yəni xaricilərin bizim startaplara verdiyi fayda o qədər də dəyərli olmaz? Necə düşünürsünüz? Baxın, yenə də burada məsələ ondan ibarətdir ki, sən hansı bazarda xidmət göstərəcəksən. Əgər sən Amerika bazarına xidmət göstərəcəksənsə, xitab edirsənsə, sən Amerikada keçən inkubasiya mərkəzindən mütləq keçməlisən. Çünki onlar səni həmin bazara hazır edəcəklər. Amma sən gedib, çünki bizdə belə startaplar da var. Gedirlər Amerikada, Kanadada,
fərqli ölkələrdə inkubasiyada bir ara çox təbii idi, Polşada. Gedir inkubasiyanı keçirir, gəlirlər Azərbaycanda başlayır təzədən satış etməyə. Qardaş uyğun deyil axı ora. Sən gedib oranın mentalitetini öyrənirsən, gəlirsən burada satmağa. Yəni bu mümkün deyildi, mümkün də olmayacaq. Ona görə sən hansı ölkələrə çıxış edəcəksənsə, hansı ölkədə satacaqsansa, əgər Polşaya xidmət göstərmək istəsənsə, Polşada startapı inkişaf etmək istəsənsə, mütləq ora get. Amma bizdə əksər hallarda nəyə görə gedirlər? Yəni yenə də bu bizim mentalitet baxımından da. Məsəl üçün bir ara necə dəb idisə sertifikatlar toplamaq, hamı cavanlar lazım deyil, fərqli yerlərə gedirlər ki, nədir ki, bir dənə sertifikat verəcəklər. Eyni olaraq da startaplar bütün inkubasiyalara müraciət edirlər ki, mən filan inkubasiyada olmuşam, filan inkubasiyada olmuşam, filan inkubasiyada olmuşam, filan ölkədə inkubasiya olmuşam. Nəticə etibarilə nə əldə etmisən? Heç nə, satışın var, yoxdur. Nəsə investisiya almısan, yox. Yəni bir ara bu da dəb idi. Yəni ona görə əgər sən inkubasiya gedirsənsə, əgər Azərbaycanda satacaqsansa, Azərbaycanda inkubasiya get, amma çox təəssüf ki, Azərbaycanda da xarici düşüncə ilə yetişdirirlər. Amma sən xaricdə satacaqsansa, həmin ölkənin inkubasiyasına mütləq get. Çünki birincisi onların connectionu var. Yəni sən buradan oturaraq Polşada, misal üçün sən hər hansı bir elektron kommersiya bir startapın var. Sən elektron kommersiyanı Polşadakı kimlərə sata biləcəyini bilmirsən. Sənin bu haqqda bilin yoxdur və sən connectionların yoxdur. Amma sən oradakı inkubasiya getdiyin halda, o inkubasiyada sənə ən azından connectionlar yaradacaqlar. Sən fərqli hər həftə və ya ayda bir dəfə səni fərqli şirkətlər dəvət eləyəcəklər. Sənə ən azından mentorluq eləyəcəklər. Orada tanış olacaqsan, fərqli şirkətlərin müdirləri gələcək və s. Yəni connection yaradacaq və orada sata biləcəksən. Ona görə deyəm mütləq əgər xaricdə satacaqsansa mütləq get. Amma Azərbaycanda satmaq istəyirsənsə, inkişaf etmək istəyirsənsə ora getmə. Bir halda gedə bilərsən ki, o da inkubasiya, çünki bəzi inkubasiyalarda sonunda sizə müəyyən qədər pul verirlər. Ora gedə bilərsən çünki ehtiyacın varsa. Okeydir. Çünki məcbursan da sən məhsulu inkişaf etdirmək üçün lazımdır. Amma əks halda çox faydası. Bizim auditoriyamız əslində belə deyək, tam gənc nəsildir. Yəni gələcəyini biraz daha fərqli şəkildə inşa etmək istəyən bir auditoriyamız var və əlbəttə ki, böyük ehtimal böyük bir hissəsi də layihələr yaratmağa falan çalışırlar. Onlara ümumiyyətlə belə deyim, necə bir tövsiyəniz olar ki, artıq məsələn mən Tunar məsələn bir startap yaratmaq istəyir, bir layihə yaratmaq istəyir. Bir ideyası var. O sıfırdadır və bir tərəfdən də təcrübəsizdir, çünki cavandır və sadəcə məsələn deyək bir təcrübə proqramını uçulub 2-3 ayda və hal-hazırda işsizdir, layihə yaradır. O hansı addımlar keçməlidir ki, belə deyək, heç olmasa mənim startapım var deyə bilsin. Yəni bu ad olaraq da yox da, yəni həqiqətən də bir ortada bir şey olduğunu göstərə bilsin. Hansı addımlar? Baxın, burada bir çox gözəl bir məqam var. Bir ara hamı deyirdi ki, startap cavan nəslin, hətta teenagerların bir məşğuliyyəti deyək, bir məhsuludur deyə bilirdi. Amma son dövrlərdə hətta təzəlicə deyəndə şərti olaraq təzəlicə 6 ay, 1 il bundan qabaq Elon Musk belə tweet eləmişdi ki, startapı ancaq 30 və 35 üstəgəl insanlar yaratmalıdır. Və bunun məntiqi var niyə görə elə deyir və mən çoxdan bu düşüncədə idim ki, insan puxtələşib bunu yaratmalıdır. Yəni onun 30-35 deməyin məqsədi sırf yaş deyildi. Yəni əslində deməyin məqsədi ondan ibarət idi ki, insan puxtələşməlidir. Niyə? Misal üçün siz hansı bir startap yaratmaq istəyirsiniz, olsun lap təhsil sahəsində, fərqi yoxdur hansı sahədə. Birincisi mütləq cavan nəslin, tələbələrin mütləq həmin sahədə işləməsi çox vacib. Bu %100 olan məcburiyyətdir ki, həmin sahədə bacarırsa işləsin, intern keçsin, fərqli özdə pozisiyalarda olsun. Yəni tək getdim mən misal üçün təhsil sahəsində bir xidmət göstərmək istəyirsinizsə, ancaq gedib misal olaraq da bir dənə müəllim işləməyiniz kifayət etmir. Əgər siz bunun haqqında bu sahədə startap etmək istəyirsinizsə, təhsil sahəsində fərqli yerlərdə işləməlisiniz. Məsəl üçün qərar verici orqanlarda işləməlisiniz. Intern olsa da belə, müəllim kimi də işləməlisiniz. Yəni siz hər bir müştəri tipi anlamalısınız o sahədə. Çünki siz anlamadığınız halda çox halda ideyalar necə olur? Hamımız cavan olmuş. Məndə də eyni şey olub. Məndə sadəcə olaraq mənim problemim onda olub ki, mənim ilk startapım uğurlu olub. Yəni normalda insanın ilk startapı uğursuz olmalıdır. 1 2 3 4 5 dəfə başı divara dəyir. Sonra başlayır biraz da ağıllanır, biraz da puxtələşir, artıq inkişaf edir, səhvləri üzərində işləyir və uğurlu startap qurulur. Məndə birinci uğurlu oldu. Düşündüm ki, və bu da normaldır. Amma düşündü ki, növbəti etdiyim istənilən startap yenində partladacaq. Amma olmadı. Bu da yaxşı oldu ki, olmadı. Sonra başladım onları səhvlərin əsasında öyrənməyə, başqa cür yanaşmaq və s. və bu garanti vermir növbəti partladacaq startap. Amma ən azından əvvəlki startapda etdiyin səhvləri etməyəcək. Bəli, dediyim kimi cavan nəsildə əsas problem nədir? Onlar dərhal
ağıllarında ideya var, hansısa sahədə və düşünürlər ki, o sahə hamıdan yaxşı bilirlər və başlayırlar o sahədə startap inkişaf etdirməyə, yaratmaq və etdikdə hər bir məqama çatdığı zaman görür ki, mən bunu bilmirdim ki, bizdə belə işləyir. Bu görə burada sən demə buna ehtiyac var. Və s. bunlar gəldikcə görür nə qədər qarşısında çoxlu maneələr var. Nəticədə 3-5-6 aya give up eləyir və artıq davam etdirmir. Bütün startapların 90% bu yolda gəlir. Ona görə də yəni ilk olaraq mütləq birincisi startap, yəni birincisi oradan başlayaq ki, yəni, startapçı olmaq da mütləq deyil ki, yəni biz hamımız doğulmamışıq da startapçı olaq. Bəli. Kimsə satıcı ola bilər, kimsə ofisiant ola bilər, kimsə müdir ola bilər, kimsə adi işçi ola bilər, kimsə mühasib ola bilər, hüquqşünas ola bilər, kimsə də startapçı ola bilər. Amma sənin bu startapçı ola bilməyin üçün başa düşmək ki, sən bu startapçı olmazsan. Sən fərqli sahələrdə işləməlisən, özünü yoxlamalısan. Sən birinci get bir intern olaraq hardasa işlə. İşte ümumiyyətlə bax o sahə sənə maraqlıdırmı? Birinci. Getdiniz misalda şərti olaraq yəni dedi ki, təhsildə işlədiniz. Gördünüz ki, təhsil sizə heç maraqlıdır. Dəyiş. Get misal üçün data analitik işlə və o biri fərqli yerlərdə işlə. Birinci özünü harda gördüyünü tap birinci. Yəni hansısa sahəvi tap. Tapdın sahəni, çox gözəl. Sahəni tapandan sonra o sahədə nəsə yaratmağı çalış. Gör səndə alınırmı bu? Tezmi give up edirsən? Ümumiyyətlə maraqlıdırmı sənə? Və yoxsa sadəcə olaraq həmin sahədə işləmək sənə daha çox həzz verir? Yəni mən kifayət qədər insanlar tanıyıram ki, onlara doer deyirlər də, icraçılar. Yəni sən ona deyirsən ki, mənə sabaha bu hesabatı hazırla. Sevinə-sevinə gedir, oturur, hesabatı qəşəng hazırlayır, sənə verir. Çünki bu sevir bu işi buna. O istəmir özü üçün, misal üçün hesabat yaradan bir platforma yaratsın. Misal üçün Power BI kimi, SAP kimi misal üçün istəmir. Onun üçün çox gözəldir ki, icraçı olsun. Eyni qayda ona görə də siz işi, yəni cavan nəsil işləməlidir, fərqli sahədə özünü yoxlamalıdır, başa düşməlidir birinci mənim sahəm haradır və o sahədə tərəziyə qoymalıdır ki, mənim yaratmağım və icra etməyim daha mənə xoşdur, rahatdır. Misal üçün elələr var ki, özün məcbur eləyib startap eləyib, hər gün nədə onda demotivasiyada, nə bilim psixoloqlara gedir və s. Niyə özünə məcbur edirsən? Yəni startapçı olmadı, məcburiyyət deyil ki. Ona görə mütləq cavan nəsil birinci fərqli sahələrdə özünü yoxlamaq, utanmasınlar, hər bir yerə internship getsinlər. Hətta baxmayaraq ki, düşünürlər ki, bu sahə mənlik yəqindir. Misal üçün mən oxumuşam, finance oxumuşam, mən niyə geyim hardasa hüquqşünas işləyim. Misal şərti deyirəm də, intern kimi gedim dokumentləri, sənədləri bir yerdən o biri yerə qoyum misalda. Yoxla. Çünki sən bilmirsən harda sənin arzu etdiyin və ya xoşbəxt olduğun əhatəni tapacaqsan. Onu yoxlayandan sonra biləcəksən. Ona görə də fərqli sahələrdə mütləq yoxlasınlar və ondan da sonra bacarırlarsa həmin sahədə nəsə etməyə çalışsınlar. Təşəkkür edirəm. Sizin öz belə deyim spesifik кейsinizdə, feillərinizdə xüsusilə ki, nələri öyrəndiniz? Yəni bir feili edərkən təxmini hər kəs nələri öyrənəcək? Bunları eləməsək daha yaxşı olar kimi tövsiyələriniz nələr olar? Burada çoxdur əslində feillərlə bağlı. İndi mən çalışacağam maksimum vacib olanları qeyd edim. Birincisi, ilk başlayaq ideyadan. Birincisi, ideyanız varsa bunu paylaşmaqdan qorxmayın. Yəni o düşüncə var ki, mənim ideyam oğurlanacaq, dedim oğurlanacaq. Birincisi sizin ideya unikal ola bilməz. Mümkün deyil ki, sizin ideyadan dünyada yoxdan alın. 100% Çinin hansısa bir şəhərində var. Hər mütləq özdə bir dənə də deyil ha. Ən azı 5-6 dənə hardasa var. Sadəcə sən bilmirsən. Ya düzgün axtarmırsan və ya ola bilsin o qədər də populyar deyil ki, sən onu tapa biləsən. Birincisi bu. Danışın, fikirlər alın. İkinci ən böyük səhv dostlarınıza danışmayın. Çünki dostlarınız hər bir halda sizi dəstəkləyəcək. Yəni ən mənasız belə ideya ilə də getsən deyəcək, bombada elə superdir və bu da sizi allada bilər. Yəni müvəqqəti siz ulduz xəstəliyinə tutularsınız ki, mən gör necə super ideyam var. Onu hamı bəyənir, gör kimə dedim bəyəndi. Soruşanda kimə dedim? Nə bilim, atama dedim, anama dedim, qardaşıma dedim, xalam oğluma dedim. Hansı ki xətrinizi çox istəyir və sizin çox cüzi bir şey də etsəniz, bu stakanı buradan bura qoyduğunuz halda belə deyir, afərin, baxmayaraq ki, bunu dünyada 7 milyard yarımın hamısı eləyir də. Əlində tuta bilməyən uşaqları çıxsaq, qalan hamı, yəni çox balaca uşaqlar çıxsa, hamı bunu eləyə bilir də. Yəni bu qeyri-adi bir şey deyil. Ona görə də bilmədiyiniz adamları mütləq deyin. Özünüzü challenge eləyin. Deyin ki, bax belə bir ideya var, belə bir şey etmək istəyirəm. Və o insanlardan düzgün cavab gələcək. Bəli, çox bizim insanların müəyyən təbiəti elədir ki, çox bir halda mız qoyurlar.
Ola bilər. Amma sizin də kifayət qədər bacarığınız olmalıdır ki, mız qoymaqla həqiqət problemi çözə biləsiniz. Mən hər zaman deyirəm ki, belə bir misal deyirəm ki, insan hər səhər duranda və ideyanı seçəndə tək elə buna gəlib çıxacaqdım ki, və ideyanı da ağlınıza gələndə tək sizdə olmadığını mütləq sorğulayın. Qıraq insanlardan. Dediyim kimi, dost tanışdan yox. Yəni misal üçün siz hər səhər oyandığınız zaman ayağınız çarpayının qırağına dəyirsə, o demək deyil ki, hamıda bu baş verir. Bəlkə siz aldığınız mebel zaydı. Başa düşdünüz? Yəni sizdə bu baş verir. Çox hallarda ideya necə formalaşır? İnsan 2 gün, 3 gün, 5 gün, 10 gün eyni problemlə rastlaşır və deyir ki, bu problemdir. Hamıda bundan var, gəl bunu edək. Və baxmır ki, bu problem deyil əslində. Sən düzgün adamlardan sorğulasan, misal üçün qohum tanışdan soruşsan deyəcək ki, hə, arada məndə də olur. Ya xətrinizə dəyməsin də, deyir, hə, arada məndə də olur. Amma tanımayan adama deyəndiyiniz halda və mebel sexlərinin satıcılarına getdiyiniz halda, yəni sahə adamların yanına gedəndə o deyəcək ki, necə yəni? Gəl bax, bu bizim mebel, çarpay. Bir dənə dur gör ayağın dəyir. Yox. Səndə niyə deyir? Deməli sənə giydirmə bir çarpay veriblər də loru dilində. Ona görə də bu problem mütləq sahə adamlarına və sizə tanış olmayan adamlara mütləq danışın. Yenə də o şeyə gəlir ki, sözünüz kəsilsin. Buyur. Yenə də həmin sahədə çalışmaq lazımdır ki, fərqli sahədə bilərsiz birinci. Amma bu ən pis halıdır ki, siz o sahədə çalışmamısınız. İndi ola bilər də çalışmamısınız, amma o sahə adamlarına ən azından danışın. Və onların verdiyi feedbackləri də sadəcə mız olsa da belə onları sorğulayın. Misal üçün bayaq dediyim kimi. Misal üçün sizə kimsə deyə bilər ki, çarpayda olmur ki belə bir şey. Deyəsiniz ki, göstərin mənə. Gedib bir dənə misal üçün çarpayı yerinə baxaq. Baxırsınız, sorğuluyursunuz, görürsünüz ki, həqiqətən elədir. Oturub indi özünüz düşünürsünüz. Nəyə görə mənim çarpayımda var, bunda yox? Ola bilsin ki, müəyyən stil. Misal üçün bu uşaq üçün çarpaylarda ancaq belə problem. Yəni birincisi sorğulaya. Siz əsas problemin özəyinə gəlib çıxırsınız. Əgər o varsa. Özəyinə gəlirsiniz. Özəyinə gələndən də sonra artıq özəyinə uyğun olaraq solution verirsiniz. Əks halda siz edəcəyiniz solution bütün çarpaylar üçün olacaq. Verdiyiniz xidmət də misal üçün siz verirsiniz, hər hansı bir o xidmət verirsiniz. Misal üçün yeni növ çarpaylar kəşf edirsiniz. Deyirsiniz ki, biz bu çarpayları satacağıq ki, hansı ki oyananda uşaqların ayağı sizin övladlarınız və fərq yoxdur. Heç kimin ayağı dəyməyəcək. Və onu elə ölkədə başlayırsınız satmağa. Harda ki, misal üçün də bunu uşaqlar üçün etmisinizsə, uşaqların sayı çox azdır və fail edirsiniz. Ona görə də o nə deməkdir? Çünki siz araşdırma etməmisiniz. Ya belə bir hal olmuşdur. Həqiqətən də bir böyük şirkət idi, adı yadımda deyil. Bir böyük şirkət Səudiyyə Ərəbistan bazarına girmək istəyirdi. Bir yeni bir məhsulla da, hər hansı bir içki məhsulu idi. Səhv etmirəmsə. Onlara reklam sifariş verirlər. Bu şirkət də özü Londonda idi ya hardadısa, o da xarici bir şirkətdir. Bunlar üçün bir yarım milyonluq bir reklam kampaniyası hazırlayıblar. Bannerlar və s. qoyublar və s. Üstündən bir 6 ay keçirlər, araşdırma ilə görürlər ki, bu reklamlardan, bannerlardan heç bir fayda yoxdur. Yəni satış 1% belə qalxmayıb. Hər hansı bir o satdıqları məhsul. Gediblər Səudiyyə Ərəbistana, başlayıblar araşdırma, görüblər ki, billboardlarda bunlar soldan sağa doğru yazıblar yazılar. Amma orada sağdan sola oxuyurlar axı. İnsanlar da onu görən kimi göz öyrəşliyi var da. Görən kimi fərqli bir şey gördüyünə görə oxumur onu. Göz öyrəşi baxın sağdan sola oxuyasın. O nə deməkdir? Araşdırmıyor bu bazarı. O standart olaraq eyni qaydada bir reklam eləyib, hansı ki, dünyanın bütün ölkəsində qoysan eyni qaydada oxunardı. Amma Səudiyyə Ərəbistan bazarını oxumayıb, araşdırmayıb. Eyni qaydada, yəni sizin olduğunuz ideyanı mütləq birinci araşdırın. Sorğulayın insanlarda, deyin belə bir ideya eləmək istəyirəm. Həqiqətənmi lazımdır? Deyil. Bu birinci hissəsi. Hansı ki, o faila gətirib çıxardır. Yəni öyrənmədiyiniz halda nə gəldi buraxırsınız və heç kimə də tələbatı olmadan və ya bazarda 1-2 alıcısı olur. Bir dəfə aldı sizdən bitdi. Daya almayacaq. Siz də onu əsasında saxlamaq olar şirkəti. Mümkün deyil. Bu bir. İkincisi, ideyanız varsa mütləq pulunuz olsun. Bu bir nömrəli, ikinci bu hətta bir nömrəli qayda deyərdim. Çünki hardansa investisiya alacağım, kimsə mənə investisiya eləyəcək. Xüsusən də Azərbaycanda o belə bir nağıldır, belə deyim. Eyfariyaya qapılmaq lazım deyil, öz pulunuz olmalı. Çünki çox cavanlar da deyir ki, mənim pulum hardandır, yoxdur axı. Düz deyirlər. Yoxdur, amma yoxdursa da girmə. Çünki bu halda nə baş verir? Siz başlayırsınız nəyisə etməyə. Maksimum ilk 3, 5, 6 ayda səhmləri bölmüsünüz. Olmayan bir şey bölmüsünüz. Elə bilin ki, ortada bir tort yoxdur. Siz tortu artıq 3 yerə bölmüsünüz. Elə bir hava yeyirlər də. Hava yeyirsiniz. Tort yoxdur, onu bir yeyərlər, doyar adam. Yoxdur axı heç nə. Havanı bölmüsünüz. Deyirsiniz ki, CTO-ya mən sənə 30% verirəm. Məndə olacaq 35%, nə bilim, Chief Financial Officer-a, maliyyə baxan, mən sənə verirəm 20%
10% və s. paylaşdırırsınız, işləyirsiniz. İlk 3 ay fancy, çox gözəl, qəşəng. 3-4-5 aydan sonra görürlər ki, yeməyə iş nə yoxdur da, hava ilə kim doyar? Artıq başqa bir işlər gəlir. İşdə müəyyən kimsə freelance verir və s. başlayır ora fokuslanmaq və işte burada batır. Siz pulu verməyincə tələb də edə bilmirsiniz. Bu məqam mütləq. Ona görə də pulunuz mütləq olmalı. Bu ikinci məqam. Üçüncü əsas komanda. Çıxdığınız yola insan mütləq düzgün bir insan olmalı. Sizə görə düzgün. Yəni düzgün insan şərti bir şeydir. Sizə görə düzgün olan insan mənim üçün düzgün olmaya bilər. Yəni sizin müəyyən dəyərləriniz var və o dəyərlərə uyğun olan bir insan tapmalısınız. Çünki sabah çətin məqama düşəndə, nə bilim pul bölgüsü gələndə, nə bilim hansısa qərar qəbul edəndə bilirsən ki, bu insanla adekvat oturub danışıb, diskussiya edib və nəticədə məhsula xeyir olacaq qərar verə biləcək. Tək öz xeyrinə görə yox, mən belə istəyirəm olmayacaq. Mütləq komanda formalaşmasına ciddi fikir verilməlidir. Və üçüncü, hansı ki ən qabağa gedir, ən vacib bir şey gedir. Nömrə 1, satmaq bacarığı. Mütləq satmalısınız. Yəni satış edə bilməyən startap ümumiyyətlə satış eləyə bilməyən heç bir biznes deyil. Yəni sən mütləq satmalısan. Yenə də dediyim kimi, təəssüf ki, bizdə Azərbaycanda qapı-qapı düşməlisən. Hətta bir qapıda belə deyir, o belə çox pis də səslənsə, biraz kobud da səslənsə, o qapıda öz necə deyirlər, yiyəsini gözləyən itlər olur ha belə, gözləyir ki, nə vaxt çıxacaq, qapını açacaq. Bu qaydada satış etməlidir. Təəssüf ki, Azərbaycanın reallığı budur. Çünki startapa ölkədə heç ciddi baxan yoxdur. Təəssüf ki, və bunu da bu ekosistemi bu günə gətirən bəzi insanlar var, hansılar ki, bu səbəbi bura qədər gətirib çıxardıblar. Təəssüf. Yəni heç kim ciddi almır, heç kim onlarla işləmək istəmir. Hər gün get-gələ salırlar. Bürokratik əngəllərlə çoxlu əziyyətlər çəkirlər. Hansısa xüsusən də dövlət idarələrinə hansısa ideyanı çatdırmaq üçün 1000 dənə məqamlardan keçirlər və problem də odur ki, o 1000 dənə məqamdan keçib axırda lazım olan insana özləri gedib çata bilmirlər. Sözlərini ora ötürə bilirlər. Sözləri də gedib ora düşənə qədər fil artıq gedir olur qarışqa. Yəni ora gedib çatırılır ki, bunlar qarışqa istehsal edirlər. Baxmayaraq ki, biz fil ferması açmışıq da belə deyək. Ona görə də yəni burada ancaq qapı-qapı döyüb mütləq ideyanızı inandırmaq, satmaq bacarığı lazım. Bunlar olmadığı halda, misal üçün cavan uşaqda satış bacarığı yoxdursa, başlamasın startapı, fail eləyəcək. Yəni ad üçün startap eləyirlərsə, gəlin edək. Hərəmiz 10 dənə startap edək, deyək ki, mən startap LinkedIn-də yazaq ki, mən startap founderam, co-founderam, CEO-yam, CTO-yam. Yazaq, gəlin hamısını yazaq. Gəlin mən də 20-sini yazım. Zaten aşağı yuxarı bir 15-20-si olub, amma onlar artıq çoxsu gedib də bitib. Yəni yazmaqla iş bitmir də, ortaya nəsə qoymalısan. Yenə də deyirəm, yəni biz də hamısını uğurlu etməmişik, biz də fail etmişik. Amma müəyyən qaydalar var ki, biz də öyrənə gəlmişik və biz indi istəyirik ki, bunu indi hal-hazırda edən startaplar, misal üçün bizim dövrdə mentor anlayışı yox idi. Ümumiyyətlə mentor yox idi. Yəni biz early adopterlar idi, biz ilk startap edənlər idi. Bizim öyrənəcəyimiz heç kim yox idi. Yəni biz heç kimdən öyrənə bilməzdik və bizə bu məsləhəti verən adam yox idi ölkədə ümumiyyətlə. Biz özümüz oxuya, araşdıra, özümüz eləyə, yıxıla bura qədər gəlmişik. Amma indi biz ən azından özümüzü necə də olsa mentor saya bilirik. Evet. Çünki biz bu yolu keçmişik. Yəni bu bilirsiniz nəyə? Çünki çox bir halda insanlar deyir ki, nə mentor, nə olsun 5 dəfə startap eləyib, fail eləyib. Edə bilər fail. Amma siz misal üçün düşünün ki, maşın sürməyi öyrənirsiniz. Siz artıq bugünə qədər cəmi 50 kilometr yol sürmüsünüz. Mən isə 100.000 kilometr sürmüşəm. Mən nə dərəcədə də bərbad sürsəm maşını, istənilən halda mənim təcrübəm sizinkindən kifayət qədər çoxdur və mən sizə çox şey öyrədə bilərəm. Hər şey ideal bəlkə də öyrədə bilmərəm. Dəqiq də belədir. Amma mən kifayət qədər sizə bir şeylə öyrədə bilərəm. Ona görə də yəni fail edən insan da ola bilər ki, insanlar baxır ki, bu insan nəyə 3 dəfə startap eləyib, 3 dəfə fail olub. Bu məni öyrədə bilər. Bu sizə ən azı təcrübə öyrədə bilər. O belə deyim də, onlar sizin başmağınızı geyinəcək, amma sizinlə yeriməyəcəklər ki. Yeriməyi sizə buraxırlar. Yəni onlar sizə başmağı geyinmək qaydasını öyrədəcək. Deyəcək ki, qardaş, mən bu vaxta qədər başmağı geyinməyə çalışmışam. 3 dəfədə səhv geyinmişəm. 3-ündə, daha doğrusu 2-sində səhv geyinmişəm. Birində düz geyinmişəm. Sadəcə yeriyə bilməmişəm də. Amma mən sənə başmağı geyinənə qədər yolu başa salacağam. İzah eləyəcəm. Sən geyin, ondan sonra isə artıq yeriməyə özün yeri. Mən sən əlindən tutub yeritməyəcəm. Yəni ona görə də ki, mütləq o digər məqamlardan da biri fail etməklərin ən sonuncu məqamı nədir ki, mentorun olmamağı. Burada bu da yenə də bizim belə deyim də mentalitetimizə bağlıdır. Biz hər zaman düşünürük ki, biz hamıdan yaxşı hər şeyi bilirik. Fərqi yoxdur istənilən yaşda. Yəni istənilən, nə bilim, 15 yaşlı, 16 yaşlı, 18 yaşlı, 20 yaşlı, 30, 35, 40 fərqi yoxdur. Hansısa sahədə gəlirsən, nəsə demək istəyirsənsə, deyir ki,
Mən bunu bilirəm, çox sağ. Amma bilmir o sahə. Birinci dəfə eləyir. Və gəlsə misal üçün indi hal-hazırdakı mövzumuzdur da, cari mövzumuz süni intellekt. Süni intellektlə bağlı kiməsə nəsə məsləhət vermək istəyirsən, mən bunu çoxdan bilirəm. Bir dəfə belə ChatGPT-nin olduğunu bilmir ha. Açmayıb həyatda. Yəni çox bir mövcud mövzuya uyğun olaraq bir məsələ dedim də. Deyirəm, mən bilirəm. Çox sağ, mən bilirəm. Bu ilə də iş düzəlmir də. Mən bilirəmlə gedib başını divara dəyəcəksən də. Yəni mütləq cavan nəsil də mentorlara müraciət etməlidir. Onlardan məsləhət almalıdır. Alandan da sonra özü qərar verməlidir ki, bu verdiyi məsləhətlə gedim, getmir. Ancaq al o məsləhət. Yəni belə. Təşəkkür edirəm. İstəyirəm ki, biraz daha feilləri case by case gedək. Dediniz ki, Azərloteriyaya gedərkən, yəni o müdiriyyətə çatarkən bəzi maneələr oldu. Həmin maneələrdən bir qədər danışmaq olarmı ki, məsələn, daha doğrusu həmin maneələri necə aşdınız və artıq gedib həmin müddətdə rəhbərliyə çatdınız və ideyanızı təqdim edə bilirsiniz? Baxın, burada növbəti vacib olan məqamlardan biri, əgər sizin startapınız varsa, mütləq tanışlıqlar olmalı. Tanışlıqlar əslində çox yerdə deyirlər ki, tanışlıqsız niyə edə bilmirik və s. Əslində dünyanın hər yerində bu işləyir. Yəni siz hər hansı bir vəzifəli bir şəxslə görüşmək istəyirsinizsə və ya bir rəhbərlə görüşmək istəyirsinizsə, bilavasitə görüşməyiniz çox hallarda çətin olur. Bunu bir yandan başa düşmək olur ki, bu insanın gündəlik qrafiki zaten çox dolu olur. Yəni nəyə görə sıradan bir Asiflə görüşür, hansı ki tanımır və bilmir o hansı ideya ilə gələcək. Ona görə də o insanla sizi calaya biləcək bir insan tapmalısınız. Hansı ki, yəni o insanın yanında kifayət qədər söz sahibidir. Yəni deyir ki, əgər görüşmək istəyən bir adam varsa, düşünür ki, yəqin ki, qeyri-ciddi biri olmalı. Ona görə də mütləq insanlarla tanışın. Tanışlıqlar əldə edin, fərqli tədbirlərə gedin. Orada tanıyın insanları. Çünki bilmirsiniz nə vaxtı kim lazım ola bilər. O belə bir deyim var, deyir ki, liftə qalxdığınız zaman insanla hər zaman salamlaşın. Çünki bilmirsiniz ki, sabah o insanla liftə yenə düşəcəksiniz, yoxsa yox. Yəni xoş niyyət göstərin də. Əgər siz o insana saymamazlıq etsəz, niyyət göstərməsəz, sabah eyni liftə düşdüyünüz halda da, yəni bu niyə belə deyilir? Yəni ki, sabah o insan sizi necəsə gəlib rəhbəriniz ola bilər. Çünki bu insanla salamlaşsaz, xoş münasibət göstərsəz, bu insan da deyəcək ki, bu insan qanacaqlıdır, bu insan tərbiyəlidir, bu insan kifayət qədər özünün yerini bilir və bu ilə nəsə iş görmək olar. Ona görə də mütləq insanlarla tanışın, deyin nə ilə məşğulsunuz, onlar sizi tanısın. Çünki heç zaman bilməlisiniz ki, hardan sizə bir qapı açılacaq. Ola bilsin ki, siz özünüzü tanıtmaqla sabah onların nəsə bir layihəsi olacaq, nəsə bir başqa bir məhsulu olacaq, bir biznes olacaq. Dərhal yada düşəcək ki, mən belə Tunaranda birini tanıyırdım, o belə işlə məşğul oldu ki, bir də onu zəng eləyə görək nə edir. Ona görə də tanışlıqlar verin və ya əksi olaraq siz sabah bir biznes edərsiniz, tanıdığınız insan deyəcəksiniz ki, yenə də bayaq dediyimiz kimi şərti olaraq Təhsil Nazirliyində işdir. Təhsil Nazirliyində mən xidmət, bir yeni ideya vermək istirdim. Elə ona müraciət edin, mənə lazım adamlarla görüşün. Yəni bu tanışlıqlar çox vacibdir. Ona görə də mən müəyyən bir tanışlıq əsasında tanıdığım bir insana müraciət elədim ki, hansı ki rəhbərliyinə kifayət qədər yaxın bir münasibət və o bizim görüşümüzü təşkil etdi. Görüşə də getdi, mən ideyanı dedim. Bayaq öncə də qeyd etdiyim kimi dedim ideyanı, dedilər ki, bu ideyanı eləyə bilməyəcəksən, çünki onu yükləyə bilmərsən storlara. Mən də dedim ki, gəlin burada sizinlə razılaşaq, əl sıxışdıraq ki, əgər mən etsəm, siz mənimlə müqavilə bağlayacaqsınız. Bu qədər. Burada da digər məqam ortaya çıxır ki, hər zaman belə deyim də, biraz qoçaq olun. Yəni mən orada misal üçün desəydim ki, risk almaq, yəni mən orada desəydim, olmur. Üzrü sayın. Orada da çıxıb gedəcəkdim. Ondan da sonra kimsə bir 2-3 il, 5 il sonra yaradacaqdı. İşlədəcəkdim. Mən də deyəcəkdim vaxtında bilsəydim, mən də edərdim. Ona görə yəni burada çox vacib olan məqamlar tanışlıqdır və qoçaqlıqdır. Hansıdır ki, onların ikisi mənə kömək oldu. Rəhbərliyə gedib çıxıb nəticədə məhsulu təqdim edə bilir. Çox sağ olun da. Biz bir də SmilePay haqqında danışaq. Ümumiyyətlə mən bir qədər məlumat almışdım və SmilePay hal-hazırda siz dediyiniz kimi fail olsa da həqiqətən belə çox innovativ bir şey idi. Yəni çox maraqlı idi siz dediyiniz kimi. O necə oldu, fail oldu? Burada məqam nə idi də? SmilePay də biz vaxtı ikən bizim bir dostumuzla yaratdıq. SmilePay ümumiyyətlə adından da məlum olduğu kimi üzünüzdəki sima ilə, yəni gülüşünüzlə smile, onunla ödəniş imkanı yaradırdı. Yəni siz satış yerlərində əsasən nəzərdə tutulmuşdu. İlk öncə olaraq marketlərdə, Bravo və s. marketlərdə orada bir planşet var idi. Siz yaxınlaşdığınız zaman, yəni proqramı birinci yükləyirdiniz, birinci SmilePay proqramı. Ora öz üzünüzü tanıdırdınız və kartınızı ora bağlayırdınız. Və sonra gedib hər hansı bir marketdə ödəniş etdiyiniz zaman sadəcə olaraq planşeti gülüşünüzlə o gedib sizin kartınızdan pulu çıxıb ödəniş edirdi. Yəni belə bir rahat bir məhsuldur. Hansı ki indi hal-hazırda elə yeni bildiyimiz kimi Sima var. Simanın da çox güman ki SimaPay adında bir məhsulu təqdim olunacaq. Elə bizim etdiyimiz məhsulun eynisi olacaq, belə deyək.
Burada olan failin əsas səbəbi nədən ibarətdir ki, bu yenə də bazara çox tez gələn bir məhsul. Bəli. Yəni bəzi hallarda siz belə deyək, ölkənin tələbinə uyğun olaraq daha tez məhsul buraxırsınız. Yəni düşünün ki, hamı misal üçün çox keçmişə qayıdaq. Bəli. Hamıda at arabası olduğu zaman, maşın peyda olduğu zaman insanlar onu çox çətinliklə qəbul etdilər. Çox insanlar yenə də at arabasında davam edirlər. Bunun üçün nə qədər illər lazım olur ki, güvən gəlsin, insanlar inansın və insanlar artıq at arabalarından avtomobilə keçməyinin həqiqətən də xeyrini görsünlər və ona keçsinlər. Eyni olaraq da bizim halda baş verdi. Yəni biz təqdim etdiyimiz halda insanlar, müştərilər buna açıq deyildi, hazır deyildi. Yəni zaten biz ölkə olaraq innovasiya o qədər də açıq deyilik. Yəni bizdə belə baxsaq, yəni qorxu indeksi kifayət qədər yuxarıdır. Yəni biz yeniliklərə çox qapalıyıq. Çox eyni şeyi etməyə xoşlayırıq, eyni yerə getməyə xoşlayırıq, eyni xidməti işlətməyə xoşlayırıq. Yəni yəqin ki, elə o postsovet ölkəsi olmağın bəli, postsovet ölkəsi olan, həm də ki, yenə də deyirəm, bizim özümüzün belə bir təbiəti var ki, biz biraz tənbəlik. Bu tənbəlliyin də bir metodudur ki, yəni ki, misal üçün insanlar var ki, çox insan var ki, hər səhər eyni şey yeyir. Yəni dəyişmir də. Yəni hər səhər qayğanaq yeyirsə, hər səhər qayğanaq yeyir. Niyə? Çünki düşünmək istəmir ki, bu gün görəsən nə yeyim. O belə tənbəllik verir də insana. Yəni bizim də bu passivlik və biraz tənbəlliyimizə bağlı. Ona görə də məhsullarda da belədir. Yəni bir xidməti işlədiriksə, misal üçün biz öyrəşmişik kartı yaxınlaşdırmaq və ya nəqd vermək, elə də davam edirik etməyə. Elə də davam edirik. Ona görə o zamanda da siz qeyri-adi bir innovasiya məhsuluna girəndə insanlar şoka düşür. Dərhal belə deyim də defense moda keçirlər, müdafiə moduna keçirlər, istifadə etmirlər. Ona görə yəni düşünürəm fail oldu. Həm də ki, orada başqa məqamlar da oldu ki, bazar hazır olmamağından da başqa bazarların bizə açılması da çətin oldu. Çünki biz fərqli yerlərə getdik, hər yerdə. Hətta elə yerlər vardı ki, biz marketlərə gedirdik, market dedi ki, mənim sistemimə nə qoşacaqsan? Mənim sistemimdən nə məlumat oğrayacaqsan? Bir dənə planşet qoşurduq ki, onlara ki, kassadan ödənişə basanda sistem gəlsin bu planşeta, açılsın, insan gülsün. Onlar düşünürlər ki, biz qorxu indeksi məsələsidir. Yəni insan da düşünürdü ki, mənim burada məlumatlarımı oğrayacaqsınız kassada. Mən bütün günü burada nə satıramsa məlumatları görəcəksiniz. Yox, lazım deyil bizə. Yəni dediyim kimi məhsul daha tez təqdim olundu, nəinki bazar hazır oldu. Yəni failin səbəbi elə bu idi. Timing məsələsi o deyil. Bəli, tamamilə də. Növbəti hissəyə keçək deyək. Biz danışdıq ki, bütün o failləri biraz da daha belə deyim, motivasiya verici hissəyə keçək ki, bu uğur hissəsi, exit hissəsi, hansı ki, Azərbaycanda yəni barmaqla sayıla biləsi qədər təsisçisi var ki, startup ideyası müəllifçisi var ki, exit edib, harasa satıb. Ümumiyyətlə birincisi bu exitin sayının az olma səbəbinin nə ola bilər ki, hansı ki, bu əvvəl danışdıqlarımızdan fərqlidir. Bir də ki, siz exiti necə elədiniz və belə deyim, əgər konfidensial deyilsə xaricə yoxsa yerli bazarsınız? Problem yoxdur. Baxın, birincisi exit Azərbaycanda az olmasının səbəbi 2 dənə faktor var. Birinci startup azdır. Hansı ki, həqiqətən də bazarda sata bilən startuplarda, yəni sadəcə ideya olur, 3 dənə, 5 dənə müştərisi, aylıq gəliri 100 manat olanları startup deməyək də, onlar sadəcə olaraq ideya kimi sayaq. Amma həqiqətən də nəsə gəliri olan, komanda saxlaya bilən startuplar azdır. Bu bir. İkincisi də ki, indi bu startupçı olan insanların mindsetidir də, amma mənim ümumiyyətlə startupda müəyyən qədər uğurlu olan insanların hərənin biraz fərqli baxışı var. Hərənin də öz baxışı həqiqət ola bilər. Mənim baxışım necədir? Startup müəyyən uğurlu mərhələyə çatdığı zaman o mütləq exit haqqında fikirləşmir. Bizdə yanaşma necədir? Startup uğurludur. Misal üçün də şərti olaraq deyək ki, aya 10 min, 50 min pul qazanır. Deyir ki, yox, mən bunu 100 min eləyəcəm. Mən bunu 150 min eləyəcəm. 200 min, 500 min, 1 milyon. Yəni dayanmadan düşünür ki, bu daha çox artar. Amma reallıqlar var. Azərbaycanda bazar böyük deyil. Yəni Azərbaycan zaten doymuş bazardır və bütün ölkə maksimum 3-4 milyon müştəriyə nəsə satmağa çalışır. Bazar da çox doyub. Misal üçün bir misal verə bilərəm, hansı ki banklardandır. Görürsüz, banklar gündə bir-biri ilə cashback üzərində dava edirlər. Niyə? Çünki 3-4 milyon müştəri var. Bir ucdan hərə biraz cashback-i çox eləyib, buradan ora özünə dartır. O biri sonra 1% çox eləyir, oradan bura özünə dartır. Yəni bazar balacadır. Yəni siz nə qədər də çalışsaz, yəni milyardlar, milyonlar qazanmaq çox çətindir. Əsasən də ki, siz startupsınız. Yəni siz bank deyilsiniz, kredit təşkilatı deyilsiniz, kredit ayırmır və ya nə bilim, bina tikib bina satmırsınız, MTK-lar deyilsiniz. Ona görə də startup olaraq sizin zaten Azərbaycandan söhbət gedir. Qlobalı elə qoyuruq qırağa. Azərbaycanda sata biləcəyiniz potensial
müəyyən qədərdir. Ondan o tərəfə qalxmaq artıq realdır. Ona görə sizə təklif olduğu zaman mütləq onu dəyərləndirin. Ümumiyyətlə startapçı da elə bir insandır ki, startapçı kimdir də? İnnovator bir insan, hansı ki daima yenilik gətirir, fərqli bir şeylər yoxlayır, fərqli bir ideyalar, fərqli bir məhsullar gətirməyə çalışır. Əgər o daima bir yerdə dayanıb bir şey edirsə, bu artıq innovatorluqdan çıxır. Sən adi belə öz şirkətinin işçisinə çevrilirsən. Ona görə də mənim düşüncəmə görə startaper müəyyən uğura qədər, müəyyən qədər satışa qədər çatdı, satıb başqa ideyaya keçməlidir. Satıb başqa ideyaya. Bu qaydada işləməlidir. Ona görə də bizdə də digər səbəb nəyə görə olmur? Çünki startaplar satmağı düşünmür, deyir ki, mən daha çox qazanacağam. Qlobala çıxdığınız zaman da bəzi halda startap niyə satmır? Deyir ki, qlobala çıxıb mən indi burada 3 milyona satıram da, misal üçün çıxacağam ABŞ bazarına, orada nə qədər adama, 100 milyon adama satacağam. Amma realist olmurlar bu halda. Düşünür ki, mən Amerikaya çıxıb Amerika 50% bazarına ələ alacağam. Mümkün deyil. Yəni Amerikada səni səhər yeməyində kofe ilə içəcək bizneslər var. Yəni o dərəcədə onlar üçün balacasan da, yəni səni 2 saniyə yox edəcəklər. Yəni bu reallıq deyil. Amma deyir ki, yox, mən burada 1000 dənə müştərim var. Mən çıxacağam ABŞ-da, ABŞ-ın 3 milyon, nə bilim, 5 milyon, 10 milyon bazarına xitab eləyərək xidmət satacağam. Realist deyil. Çünki reallıqda özünü dəyərləndirə bilmir. Ona görə də yəni mən düşünürəm ki, birinci mütləq olaraq exit etməyi, startap ümumiyyətlə eləyirsənsə exit düşünməlisən. Yəni startapın elə məğzi mənə görə odur. Yəni startap elədin ideya, formalaşdırdın, inkişaf elədin, qazandın, sat. Yenidən sıfırdan geri qayıdırsan. Yeni ideya, startap inkişaf elə, qaldır, qazan, sat. Ya bu qaydada belə deyim, loru dildə desək, innovativ alverçilər demək olar startapçılar. Əslində mənim düşüncəm belədir. Belə də olmalıdır məncə. Amma başqa bir uğurlu startapçı deyə bilər ki, yox, mən Elon Musk kimi inanılmaz milyardlıq şirkət yaradım, Tesla yaradacağam və s. ola bilər. Amma nə dərəcədə realdır, realist olmaq. Mən realist olaraq. Mənim sırf olaraq uğur hekayəmə gələndə, məndə deməli mən 2014-də yaratdım, 2017-yə qədər təqribən 2017-18-ə qədər 3-4 il bu startapı inkişaf elətdirdim və gəlirlər də get-gedə kifayət qədər ciddi qalxmağa başladı. Söhbət SmilePay-dən. Yo. Azərlatar idi. Onu kifayət qədər qaldırdım. Çox böyük bir gəlirə gəlmişdim artıq. Ciddi böyük məbləğlər var. Və bir anlıq mən başa düşdüm ki, birincisi artıq mən burada doymuşam. İkincisi də mən araşdırdım, başa düşdüm ki, bu belə deyim də, bu innovasiya mən təqdim etdiyim nə vaxtsa istənilən halda şirkət özünə götürəcək. Deyəcək ki, mən daxildə bunu etməliyəm. Etmək istəyirəm. Onlar da başa düşmürlər. Bu ümumiyyətlə bizim digər böyük problemimizdir. Aşağıdan qırağa çıxım ki, bütün şirkətlər in-house etmək istəyir hər şey. Yəni daxildə etmək istəyir. Bu bizim bir nömrəli böyük bir baş ağrılı problemimiz. Yəni outsource eləmirlər xidmətləri. Hətta eləyirlərsə də bir müddət təzədən içəri çəkirlər. Bu da düz deyil, o başqa məsələ. Yəni mən bildim ki, bu da nə vaxtsa in-house olacaq. Yəni içəri şirkət özü eləyəcək. O halda da onlar düşünmürəm ki, mənə deyəcəklər ki, gəl səndən məhsul olum, götürəcəklər sıfırdan başlayacaqlar yazmağa. Hazır olanda mənə deyəcəklər ki, çox sağ ol Asif, sən sağmısın, mən salamat, kontraktımız filan tarixdə bitir. Mən bunu düşünərək və belə forecast edərək mən dedim ki, mən bundan çıxmaq istəyirəm, mən bunu satmaq istəyirəm. Onlar da dedilər ki, okey, insanlar öyrəşib digitala. Çünki o vaxtda artıq mobildən başqa mən webi də yaratmışdım artıq. Web səhifədən də insanlar. Web səhifədən daha çox adam oynayırdı. Çünki mobil əplə yükləməyə insanlar o qədər də öyrəşməmişlər. Amma web səhifəyə cəmaət girib oynayırdı. Dedilər ki, biz bunu belə qoya bilmərik də, necə eləyək? Dedim ki, gəlin, pulunu verin, alaq. Və onda elə dövlətin özünə satdım. Yəni şirkətin özünə satdım, lokal idi. Exit elədim. SmilePay məsələsində isə belə deyim də, bizdə ölkənin top banklarından biri investisiya eləmişdi. Elə o investisiyanın bir qismi olaraq da mən exit elədim. Orada ciddi məbləğ deyildi. Tam sən. Amma yenə də, yəni startap üçün hər bir məbləğ exit sayılır. Sadəcə onun sıfırlar sayı var da. Kimdəsə 5 dənədir, kimdəsə 6 dənədir. Hətta kimdəsə 4 dənə də olan da var. Var belə bir şey. Yəni bu qaydada exitlər elədim. Yəni bu qaydada bəli. Çox sağ olun bir də. Növbəti sualımız daha belə deyək, son vaxtlara aiddir. Apple-la olan belə deyim, əməkdaşlığınız necə başladı və necə oldu ki, birdən dediniz ki, mən ümumiyyətlə Apple-la maraqlanım və məhsul şəxsi olmaz. Bu çox bir qarışıq məsələdir, amma mən çalışım izah edim. Deməli, birincisi mən Apple-la sevgim 2007-ci ildən başlayıb. Apple onda ilk iPhone-larını təqdim edəndə, elə mən onda ilk iPhone-la onda almışdım və ondan da artıq
artıq iPhone-da çox maraqlı idi. Hətta o zamanda artıq Azercell-də telefon mərkəzində işləyirdim və Azercell-də 2 insanda iPhone var idi. Biri məndə idi, biri də digər şəxs idi. Cəmi 2 nəfərdə iPhone idi. Ondan sonra da mən hər il yeniləyirdim yeni marka. Çıxdıqca zaten orada artıq mənim adım belə deyim də gedirdi ki, Apple Asif qalmışdı, iPhone Asif adım qalmışdı. Hətta bir məzəli bir məqamda var, bilmirəm görmüsünüz yoxsa yox. Mən özümə uşaqlar, dostlarım göndərəndə çox gülməli gəldi. Planet Parnis Bakunun bir çəkilişi var. Heydər Əliyev sarayında konsert verəndə orada bir Steve Jobs'un gülməli bir tamaşasını göstərirlər. Orada bir videodur. Orada Steve Jobs kimi qara vadalaska geyinmiş bir şəxs danışır, deyir ki, salam, mən Asif Jobs. Necəsə bilmirəm gedib çatıbmı ora ki, amma o təzəlik olmuşdu. Bir 2017-də, 18-də, 19-da, yəni bir 3-4 il bundan qabaq necəsə bəlkə gəlib çatıb ki, mən nümayəndə uşaqlar mənə göndərmişdi ki, Asif Jobs, yəni ondan artıq mənə deyirlər ki, Asif iPhone, Asif Apple, çünki bilirlər ki, mən ancaq onu işlədirəm və ondan başım çıxır və kiməsə nəsə məsləhət lazım olanda və s. Ondan biri belə idi. Ondan sonra mən texniki şöbəyə keçdim call centerdə. Onda da bu texnologiyalarla və telefonlarla maraqlandırılmaya görə o zaman BlackBerry şirkəti Azercell şirkətinə müqavilə bağladı və dedi ki, bizə bir dənə texniki nümayəndə lazımdır ki, onu təyin edəsiz ki, bu insan texniki nümayəndə olsun, bilavasitə biz ona işləyik. Çox məxfi məlumatlar olacaq orada, biz ona hər yeni model telefon çıxanda göndərəcək, onun müəyyən şeylərini yoxlayacaq və s. Orada qərar verildi ki, mən olum bu adam və uzun müddət oldu, bir 2015-ə qədər və s. Sonra 2016-da Apple Azercell-lə müqavilə bağlamağa istək göndərdi və orada da istək gəldi ki, bir texniki nümayəndə ayarlayın. Orada artıq heç kimin sualı yaranmadı ki, Asifdən başqa heç kim ola bilməz və orada da məni təyin etdilər və 2016-dan bura qədər artıq 9 ildir Apple-ın nümayəndəsiyəm. Düzdür, BlackBerry nümayəndəliyi tam fərqlidir, Apple nümayəndəliyi tam fərqlidir. Orada iş həm fərqlidir, çox çətindir və səlahiyyətlər fərqlidir. Misal üçün mən özümə uğur saya biləcəyim addımlardan biri nədir ki, mən iOS 11-də Azərbaycan klaviaturasını gətirə bildim bizim ölkə üçün. Bəzi digər şeyləri də istəyə bilirik, çalışırıq, amma çox çətindir. Çünki biz ölkə olaraq çox balacayıq, bazar olaraq çox balacayıq və bizi prioritet olaraq çox aşağı yerə qoyurlar da. Yəni bizim istəklərimizi çox aşağı qoyurlar, amma Azərbaycan dilində klaviatura gətirə bildim. Başqa çox şeylər də etmişik, hansı ki, bəlkə də insanlara gözlə görünən deyil. Misal üçün 5G-ni biz açdıq Azərbaycanda, hansı ki, bizdə heç bir iPhone-larda 5G işləmirdi. Biz onu 2 il bundan qabaq 5G-ni açdıq. İndi hal-hazırda bütün iPhone-lar Azərbaycanda olan bütün iPhone-lar 5G-ni dəstəkləyir və s. Yəni belə texniki bəzi məqamlar edilir, daha çox şeylər edilir və hal-hazırda edilir. Hansıları ki, deyə bilmərəm. Onların belə deyim də xeyrini biz bir ən yaxşı halda bir 2-3 ilə görəcəyik. Yəni insan görəcək. İndi hal-hazırda biz özümüz görürük, mən texniki olaraq görürəm, amma sadə bir istifadəçi onların xeyrini bir 2-3 ildən sonra görəcək. Yəni orada səlahiyyətlər də fərqlidir. Üstünlüklərdən də ən böyük o nədir ki, misal üçün ümumiyyətlə dünyada satışa buraxılmadan əvvəl mənə iPhone-un yeni cihazı gəlir. Yenisini göstərə bilərsiniz. iPhone 7-ni. 17 yox, gəlmir o satışdan nə qabaqdır. Yəni o satışdan proses necədir? Birinci təqdimat olunur. Təqdimatdan sonra satış günü təyin olunur. Misal üçün olaraq şərti olaraq hər dəfə sentyabrın 19-u təqdimat olur şərti. Və deyirlər ki, sentyabrın 30-u misal üçün ilk olaraq ABŞ-da satışa çıxacaq. Misal üçün mənə sentyabrın 25-i, 26-sı gəldi. Hələ dünyada satışda olmayan gəlir, amma onun da qadağaları var. Yəni mən o telefonu heç anda göstərməməliyəm, rəsmi satışa çıxmayana qədər heç anda şəklini qoymamalıyam və s. müəyyən tələblər var, hansı ki bağlamış müqavilə Apple-la. Yəni bu qaydada çalışırıq. Çox sağ olun. Siz Apple belə deyək, rəsmisi olaraq Azərbaycanda hər hansı bir komandadan çalışırsınızmı, yoxsa tam tək olaraq fəaliyyət göstərirsiniz? Apple-ın bir nömrəli tələbi odur ki, texniki nümayəndə bir adam olmalıdır. Tələb də niyə belədir? Çünki nə qədər çox adam məlumat bilirsə, bir o qədər çox adam, bir o qədər də bu məlumatın qırağa sızması ehtimalı var. Ona görə də onların bir nömrəli tələbi odur ki, nümayəndə bir adam olacaq və bir adamla çalışacaq və bütün məxfi məlumatları biz o adamla paylaşacağıq ki, və mənim də sırf olaraq Apple-ın belə deyim də direktorları ilə imzam var. Yəni bir tərəfdə onların imzası, bir tərəfdə mənim imza ki, mən bu məlumatları məxfi saxlayacağam. Məxfi saxlamasam filan şeylər olacaq. Yəni müəyyən çox ciddi bir tələblər var da. Ona görə də yəni orada mütləq tələbdir. İş çətindir. Əlbəttə ki, mən istərdim ki, mənə dəstək olanlar da kimlərsə olsun komandaya əlavə edim kimsə, amma Apple icazə verir, bir nəfər olmalı. Yəni qısacası Azərbaycanda olan bütün yeniliklərin Apple işlədənlər üçün olan yeniliklərin banisisiz belə deyək. Yəni bəli, Azərbaycan üçün açılan ümumiyyətlə bütün yeniliklərin ilk həm banisi, həm ilk
təsdiqləyicisi. Misal üçün çox sadə bir misal deyə bilərəm. Biz iOS 18 nöqtə səhv etmirəmsə 3-də idi, 2-də idi. Əgər məlumatınız varsa səs yazma funksiyası gəlmişdi iPhone-larda. Məsəl üçün bunu Apple birinci mənə göndərdi ki, hə belə bir funksiya var. Mən dedim ki, o funksiyanı gəlin bağlayaq. Onlar dedilər ki, yox, bu hər yerdə açıq olmalıdır. Mən dedim ki, yox, bağlı olmalıdır. Buna da müəyyən səbəblər var. Bu səbəblər də bizim qanunvericiliyə istinadən səbəblərdir. Orada problem nədir? Qısa da deyə bilərəm ki, bəlkə izləyicilər maraqlı olar. Yəni siz səs yazanda bu ingilis dilində qarşı tərəfə ötürür ki, sizin səsiniz yazılır. Bunu Azərbaycan dilində etmək mümkün deyil. Apple'ın standart dili olaraq Siri'nin dili, daha doğrusu Apple deyir ki, Siri'nin dili nə dildə varsa o dildə deyə bilər. Siri'nin də Azərbaycan dilində yoxdur. Ona görə də o ancaq ingilis dilində deyəcək. Bu da bizim qanunvericilikdə yazılıb ki, yəni qarşı tərəfin səsi yazılırsa mütləq ona bildirilməlidir və bu mütləq də bildirilən dildə anlaşılmalıdır. Əgər ingilis dilində deyilsə, şərti düşünün ki, hər hansı bir rəhbər bir şəxs, vəzifəli bir şəxs, hansı ki biraz yaşlıdır, ingilis dilində bilmir və qarşı tərəfə səs ötürülür ki, ingilis dilindəki səsiniz yazılır. O da başa düşmür və sonra onun səs yazısı hardasa istifadə olunur. Bu ciddi sonradan problemləri gətirib çıxarda bilər. Ona görə biz dedik ki, region olaraq bağlayın. Başqa regionlarda açırsınızsa problem yoxdur. Yəni ki, dediyim kimi hansısa xidmətlərin açılması, qadağa qoyulması və ya gəlməsini tələb edə bilərəm, amma onu da ki, yəni belə keyfimə görə etmirəm. Yəni burada əsas məqsəd bizim ölkə qanunvericiliyi, səbəblər göstərmək, ölkə vətəndaşının belə deyək də mənafeyini qorumaq baxımından edilir. Təşəkkürlər. Yenidən gəlmişkən onu da soruşum ki, Siriyə Azərbaycan dili təxmini nə vaxta gələr? Əslində Apple Siri-dən artıq yavaş-yavaş imtina etməyə başlayır və onu inteqrasiya edir ChatGPT ilə. Bəli, OpenAI ilə artıq sıx əlaqədədirlər. Bu OpenAI-in funksionallıqlarında biridir. Əslində OpenAI bildiyiniz kimi Azərbaycan dilində artıq kifayət qədər rahat danışır və Azərbaycan dilində bəli, çox yaxşı danışır. Sadəcə olaraq Apple-ın müəyyən belə deyim də planı var. Hansı planın hansı ölkələrdə nə açmaq. Biz təəssüf ki, ölkələr sırasında çox geridəyik. Çalışırıq ki, qabağa salaq, amma belə deyim də hələ dəqiq vaxt yoxdur. Çox sağ olun. Bir də indi keçək ən son startapınıza, Kitfaya. Belə deyək, ən aktual startapınıza deyək. Kitfay tam olaraq hansı işi görür? Bu problemi necə gördünüz və necə həll edir belə deyək? Kitfay ümumiyyətlə uşaqlara maliyyə savadlığı öyrədən bir platformadır. Bu problemi nədən gördük? Ümumiyyətlə bu problem bizim özümüzdə də var. Əslində bu uşaqların problemi deyil, bizim də problemimizdir. Biz pullarımızın xərcləməyini bilmirik necə xərcləyirik. Çünki bir kredit xəttindən götürürük, o bir kredit xəttinə ayın axırına qədər çatdırırıq, sonra maaşımızı götürüb o kredit xəttini bağlayırıq. Belə bütün həyatımızı belə bir qaçış oyunudur da, yəni bir kreditdən o bir kreditinə görə. Bunun da əsas problemi nədir ki, bizim uşaqlıqda maliyyə savadlığı verilmir. Valideynlərimiz bilməyib, valideynlərimiz bizə öyrətməyib, biz də öyrənmədik. Biz də düşünmüşük ki, biz istədikcə olacaq. Çünki uşaqlıqdan artıq zaten bizə tərbiyə ediləndə çox səhv yanaşma edirlər ki, bizə uşaq olarkən evdən nə istəmişiksə bizə veriblər. Və bu bizdə də artıq psixoloji olaraq belə bir düşüncə formalaşdırılıb ki, sən nəsə istəyəndə və ya ağlayanda sənə verəcəklər. Ona görə də indi biz artıq cavan yaşlarımızda nəsə istəyəndə dərhal gəlib onu alırıq. Fikirləşmirik ki, bəs biz bunu sonra necə ödəyəcəyik, necə bağlayacağıq? Yəni biz öyrəşmişik ki, uşaqlıqda bizə öyrəşdirib. İstədiyimizi dərhal almalıyıq. Belə tərbiyə edilir. Amma bizə düzgün öyrədilsəydilər ki, məsəl üçün mən sənə bu gün konfet verdim, nəzərə al, 3 gün verməyəcəm. Çünki mən misal üçün mənə pulum çatmayacaq sənə konfet alım. Misal. Və ya ala bu sənin büdcəndir 5 manat. Sən bu 1 ay ərzində özünə istəyirsən 5 manata gedində konfet al, 1 ay heç nə alma və ya bu 5 manatı belə hamısını 50 qəpik misal 10 gün al özünə. 2 gündən bir al, 1 ay davam. Yəni belə öyrədilməlidir ki, uşaqlıqda bizim psixoloji olaraq beynimizə formalaşır. Amma bu öyrədilmir. Biz də bu problemi görərək, hansı ki hamıda bu problem var, gördüyümüz kimi. Və əsasən də valideynlər çox hal-hazırda elə dövrdür ki, valideynlər ancaq işləyirlər. Bütün günü işləyirlər ki, öz ailəsini saxlasınlar, ailəsinə kifayət qədər gözəl bir şərait yaratsınlar. Vaxtları olmur ki, bu uşaqlara maliyyə savadlığı öyrədə bilsinlər və s. Ona görə də belə bir mobil platforma yaratdıq ki, oradakı uşaqlar animasiya şəklində videolarla hər üç dildə Azərbaycan, rus, ingilis dilində olmaq şərti ilə maliyyə savadlığı ilə bağlı videolara baxsınlar, maariflənsinlər. Videolara baxırlar, quizə cavab verirlər, coinlər qazanırlar. Yəni oyun formasında eləmişik ki, uşaqlar da maraqlı olsun. Paraleldə olaraq da hal-hazırda üzərində uzun müddət işlədiyimiz uşaqlar üçün kart funksiyası üzərində işləyirik ki, bundan başqa uşaqlara kart da açıla bilsin. Artıq valideyn uşaqlarına maliyyə savadlığını verməyindən başqa əlavə olaraq bir də ki, onlara kart aça bilsinlər ki, oradakı artıq onların öyrəndiklərinə uyğun olaraq, bacarıqlarına uyğun olaraq, çatdıqları achievementlərə uyğun olaraq onlara bir cib xərci göndərə bilsinlər ki, onlar da onu xərcləyə bilsinlər və s. Yəni biz
burada həm teoriyanı öyrədirik, həm də ki praktikdə olaraq kartda da istifadə etmə imkanı yaradırıq. Belə bir startup etdik, investisiya aldıq ki olaraq Sabah Lab'dan. İlk angel investment aldıq orada. Angel deyil əslində, equity investment aldıq. Amma seed investment aldıq orada. Müəyyən qədər partnyorlarımız var, müəyyən qədər inkişafımız var, amma hal-hazırda çox ciddi bir böyümə üzərində bir şirkətlə üzərində işləyirik. Artıq uzun müddətdir sadəcə yenə də bayaq qayıtdığımız mövzu bürokratik mövzulara görə artıq 1 ilə yaxında o üzərində gedir o proseslər, hələ də bitməyib. Son aşamalara gəlib çatmır, ümid edirik və bu son aşamalar uğurlu keçsə, onda artıq növbəti etapda daha böyük bir kitfa və böyük bir şirkətlə birgə təqdim olunmuş xidmətlər olacaq. Bunun üzərində işləyirik. Əsas da məqsədimiz odur ki, uşaqlara, yəni uşaqlarımızı maliyyə cəhətdən azad bir yetişdirək. Çünki onlar artıq pulun qədrini bilə bilsinlər, saving edə bilsinlər, pullarını hara xərclədiklərini düzgün bilsinlər, düzgün idarə edə bilsinlər. Yəni məqsəd bundan ibarətdir. Uğurlar arzulayırıq. Çox sağ olun, təşəkkür. Hətta biz icazənizlə ilə videonun aşağısına falan da qoyarıq ki, YouTube kanalını və ya Instagramını ki, applərin linklərini bəli, qoyarıq ki, məlumatlı olsunlar. Çünki bizim auditoriyamız da tam gənclərdir, hətta uşaqlardır və s. Bir də biraz daha əvvəlki danışdığımız mövzulardan uzaq bir mövzu olacaq, amma hal-hazırdakı trend budur. Süni intellekt. Çox qısa olaraq da süni intellekt mövzusuna da toxunaq ki, sizin də hər bir mövzuya olan perspektivinizi soruşduğum kimi bu mövzuya olan perspektivinizi də soruşum, məlumatlı olaq və yavaş-yavaş artıq sizi də yormadan bitirək. Ümumiyyətlə süni intellektdə nə qədər istifadə edirsiniz? Məsələn, mən qardaşımdan çox ondan danışıram. Yəni ChatGPT mənim artıq günlük həyatımda çox inteqrasiya olunub, hər işimi onunla edirəm və s. Sizdə necədir məsələn? Birincisi başlayaq süni intellekt haqqında qorxular və danışıqlar haqqında insanlar nə danışırlar? Stereotiplər deyin. Stereotiplər. Birincisi mən çox sərt düşüncəli insanam da, yəni həqiqəti deməyi sevirəm də, yəni belə malalamağı sevməyən insanam. O deyirlər ki, ChatGPT və ya süni intellekt çoxun işini əlindən alacaq, amma bəziləri deyir ki, heç kimin işini almayacaq. Yalandır, elə biz işimizdə alacağıq. Mən burada əminliklə deyirəm ki, süni intellekt çox insan işini əlindən alacaq. Bu dəqiqdir və bu dəyişilməzdir. Bu bir. İkincisi, kimin işini əlindən almayacaq? Süni intellektlə yaxşı işləyə bilənlər, bacaranlara. Amma yenə də bu bütün sahədə olmayacaq. Məsəl üçün, əgər siz copywritersızsa, translatorsızsa, yəni də belə rutin işi görən bir insansızsa, əslində copywriterlər xətrinə dəyməsin ki, deyəcəklər rutin işdir. Deyil də, bizim işimiz rutin deyil axı. Yəni mən rutin deyəndə nə mənada? Yəni ki, insan oturub bir nəsə hazırlamağa çalışır da. Yəni ki, burada fərqli verilənlər yoxdur, belə deyək. Bir neçə addımı təkrar edir. Yəni ki, bunu predikt etmək mümkündür. Yəni süni intellektdə 10 dəfə prompt yaz, 10 dəfə də fərqli sənə copywriting verəcək. Yəni o olmayacaq da bir cür verir ki, onu dəyişmir. Hər dəfə deyəndə ki, məsəl üçün bura bir dənə, məsəl üçün mənə copywriter incəsənət perspektivindən ver. Götürüb sizə qəşəng bir şey yazır. İndi deyəcəksən ki, eyni mövzunu mənə idman perspektivindən ver. Götürüb başqa bir şey verəcək və s. Yəni bunu elə bilir. Yəni çox işlər avtomatik olaraq artıq bizdə itəcək. Olmayacaq. Necə vaxtı ikən var idi ya. Misal üçün, yenə də bayaq bir misal dedim, qeyd etdim ki, misal üçün at arabaları var idi. Misal üçün onlar at arabalarında atları idarə edənlər var ha. Onlar yox oldu. Bu professiya yox oldu. Çünki maşınlar gəldi. İndi maşınlarda taksistlər var. Bir müddətdən sonra, müəyyən qədər müddətdən sonra taksistlərin də fəaliyyəti bitəcək. Çünki artıq Tesla var, bilirik. Avtomatik idarə edilən maşınlar var. Birazdan taksistlər də yox olacaq. Yəni müəyyən texnologiya inkişafı nəticəsində müəyyən pozisiyalar, işlər, professiyalar itir. Burada da eyni qaydada. Süni intellektin inkişafı ilə kifayət qədər ən azı 50% professiyalar itəcək. Bu dəqiqdir. Hansı professiyalar qala bilər? Süni intellekti yaxşı istifadə edə bilən project managerlar qalacaq. Bu çox dəqiqdir. Bu birincisi. Çünki süni intellektlə bağlı həllər hər dəfə yaratmaq lazım olacaq. Misal üçün də, yəni yenə də deyirik, şərti olaraq translatoru əvəz etmək istəyirsənsə, misal üçün sizin şirkətinizdə böyük bir şirkətdir, sizə çoxlu ölkələrdən belə deyim də sənədlər gəlir və ya maillər gəlir. Siz istəyirsiniz ki, misal üçün Çinlə işləyirsiniz. Çin dilində başa düşmürsünüz. Bir məhsul implementasiya etmək lazımdır ki, şirkətdəki gələn mailləri şərti deyirəm də, rəhbərliyə düzgün formada onun dilində tərcümə edib göndərsin. Misal, bunu implementasiya kim edəcək? Project manager. Bunu implement edəcək. Və s. bu qaydada, yəni süni intellekti implementasiya edən və onunla işləməyə bacaran project managerlar qalacaq. Süni intellektin
üçün develop eləyən insanlar qalacaq. Developerlar çox güman ki, belə deyim də, sadə developmentla məşğul olanlar, HTML, CSS-lə və s. yəni hansı ki, çox sadə develop eləyə bilirsə, onlar da yox olacaq. Artıq ChatGPT, yəni süni intellekt onları əvəz edəcək. Yəni amma süni intellekt əsaslı məhsulları develop eləyən developerlara ehtiyac olacaq. Və gələcəkdə süni intellekt əsasında işləyən hardware-lar olacaq. Bu robotlardır, pilisoslar, nədirsə istənilən çayniklər, evlər, binalar, təyyarələr. Onlara da yenə proqram yazan və onları idarə edib onları problemləri olanda, xarab olduğu zaman düzəldə bilən insanlara ehtiyac olacaq. Amma bunlara ehtiyac olacaq. Bu bir. Süni intellekti mən nə qədər istifadə edirəm? Mənim də demək olaraq ki, həyatımın bütün hissəsini alıb. Yəni çox sadə bir məqamlara belə məsləhətləşirəm. Amma razıyam. Süni intellektin hal-hazırda bir böyük bir problem var. Çox böyük bir problem var. O da halüsinasiya deyirlər də, halüsinasiya. Yəni ki, bəzi hallarda sizi yanılda bilər. Onu da artıq siz kifayət qədər puxtələşməlisiniz ki, sorğulaya biləsiniz. Çünki mən dəfələrlə olub ki, misal üçün mən demişəm ki, misalda şərti yenə də deyirik ki, mən niyə görə şərti çox bir halda deyirəm? Mən startaplarda mentorluq eləyəndə də çox şərti danışıram ki, çox asan anlaşılsın. Mən texniki dillə o danışanda heç kim başa düşməyəcək. Sadəcə belə edəcək. Bu ilə mənə əsas nə lazımdır? İnsan başa düşsün mənə. Ona görə də burada şərti deyirəm. Misal üçün mən ChatGPT-yə və ya hər hansı bir süni intellekt platformasına yazıram ki, mənə başımı qaşınır. Səncə başım qaşınır, neyniyim? O da mənə misal üçün cavab verir ki, misal üçün mən sən filan məsləhət görürəm, burnuma sürt. Mən də ona sual verirəm ki, mən axı başım ağrıyır, burnum deyil. Yəni şərti deyirəm də. Yəni sən sahəni bilməlisən ki, sual verdiyin sahədə. Başa düşərsən ki, verilən cavab halüsinasiyadır və başlayasan süni intellekti sən sorğulamağa. Deyirsən ki, mənim başım ağrıyır və dəfələrlə məndə olub. O dərhal deyib ki, "Oh sorry, bağışla, mən düz başa düşmədim." Başınızdırsa bu halda sənə bunlar köməkli ola bilər. Başa yəni bu halüsinasiya məsələləri var, amma o da müvəqqəti məsələlərdir. Onlar da problem həlli olacaq. Yəni süni intellektlə gündəlik daima istifadə edirəm. Hər şeyi soruşuram, amma ardıca da sorğulayıram hər zaman. Dediyim kimi, çünki hiss eləyəndə ki, halüsinasiya var. Düzgün prompt yazmaq lazımdır, yəni. Bəli, amma yenə də düzgün prompt yazanda da halüsinasiya olur. Onun arxasından düzgün yenə də sorğulaya bilməlisən. Bu bir. İkincisi, ən son məqam olaraq da, yəni süni intellekti də gündəlik həyatıma implementasiya etməyə çalışıram. Hal-hazırda mən strateji vacib, ölkə səviyyədə strateji vacib bir-iki süni intellektlə bağlı layihədə iştirak edirəm və orada project manager olaraq da iştirak edirəm. Müəyyən şeyləri hal-hazırda edirəm. Başlanğıc etapdayam, amma edirik. Yəni bu sayədə çox içəri girmişəm, belə deyim. Və növbəti etapda bizim mövcud startap Kitfy startapında da süni intellektin inteqrasiyasını etmək istəyirik. Ağıllı maliyyə botu uşaqlar üçün əlavə etmək istəyirik ki, uşaqlar maliyyə ilə bağlı danışa bilsinlər o botla və s. Süni intellektlə danışsınlar, sual versinlər, cavab alsın və s. Yəni bu sayədə çox ciddi demand var, tələb var və texnologiya dövrü də yəni yerində dayanmır, yox, qaçmır da yox, uçur hal-hazırda. Uçur, yəni raket kimi uçur. Ona görə nə demand yaranırsa, mütləq orada olmalısan. Professional olmaya bilərsən. O mümkün də deyil. Çünki hər sahədə professional olmağa sənə vaxt lazımdır. O vaxta qədər də təzə nəzər çıxır. Amma sən o sahədə bilikli olmalısan. İşlədə bilməlisən, bacarmalısan və dostlaşmalısan. Heç bir halda qorxmayın və deyilənlər o ki, insanı belə deyim də, savadsızlaşdırır. Xeyr, elə deyil. İşimizi asanlaşdırılır, savadsızlaşdırır. O halda ki, siz o verilən promptda cavabı copy-paste edib heç nə baxmadan edirsiniz. Bəli, o halda siz sadəcə robot olursunuz. Amma sizə verən suala cavab verəndə siz onu oxuyursunuzsa, siz artıq maariflənirsiniz. Yəni siz düşünün ki, hansısa bir problem var. Onu tapmaq üçün siz nə etməlisiniz? Ya Google-da search edəcəksiniz, 1000 dənə linkə girəcəksiniz və o tapacaqsınız, tapmayacaqsınız. Bu bir. İkincisi də ya da ki, məlumatlar olur ki, Google-da olmur və ya çətin tapırsınız. Gelirsiniz kitabxanalarda, sənədlərdə bir axtarırsınız, görün nə qədər vaxt alır. Bu sizin vaxtınızı çox qənaət edir. Sadəcə verilən prompta cavabı mütləq oxu. Oxu və maariflən. Hər gün görün nə qədər prompt verir. Onu hər dəfə oxuduğunuz zaman gündəlik bilik bazanız görün nə qədər artır. Ona görə də verdiyiniz promptu sadəcə oxuyun. Oxuyun, anlayın və qavrayın. Onda onun heç bir qorxusu yoxdur. Sadəcə ancaq inkişaf olacaq. Bir daha təşəkkür edirəm gəldiyiniz üçün və dəvətimizi qəbul etdiyiniz üçün. Yəni həqiqətən əminəm ki, həm mən, həm də auditoriyadan izləyənlər çox belə deyək, fərqli mövzularda fərqli biliklərə sahib oldular və hətta əminəm deməyək də, ümumiyyətlə düşünürəm ki, hər kəsin bu startaplar haqqında məlumatı olmalıdır, həm innovasiyadan falan ki, çünki gələcək bura gedir və siz dediyiniz kimi yavaş-yavaş getmir, bu konkret uçan
uçaraq gedir. Ona görə də tam bu məsələlərdən xəbərdar olmaq lazımdır və ona görə addım atmaq lazımdır. Və bu məsələlərdə bizi maarifləndirdiyiniz üçün təşəkkür edirik. Mən sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün. Podkastınızda sizə uğurlar. Çox sağ olun.